Xüsusi sponsorlar Medero Hospitalı, Almarket, Sanlab Laboratoriyası, Apro Hospitalı. Sponsorlar nevroloq doktor Jalə Qarayeva, uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, həkim kosmetoloq Nigar Sultanova, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Atasının öldüyünə inanmayan Uğur. Kərim adı ilə ölüb, Kənan adı ilə geri qayıdan insandır. %100% əminəm ki, o qəbirdə Kənanın meyidi yoxdur. Xoşqədəm Hidayət qızı ona hansı xəbəri verəcək? O yolu tək gedəcəksən. O xəbəri tək alacaqsan. Birazdan Səni Axtarıram da. 45 il öncə uşaq evinə atıldı. Bir dəfə də olsa maraqlanmayıb ki, mənim qızım vəbçi dünyada sağdır, hardadır, başına nə iş gəlir. 2 aylıq ikən övladlığa götürüldü. Hamı mənə deyib ki, ay Nigar, sən heç mamava oxşamırsan, nə mamava oxşursan, nə papava oxşursan. Ögey olduğunu dostundan öyrəndi. Bir də ay Nigar, sən bilirsən, sən heç sən maman sənə maman deyil. Deyirəm ki, yox, yalan deyirsən. İllər sonra bioloji valideynlərini tapmaq üçün Səni Axtarırama gəldi. Qərar verdim ki, heç mamama demədən özüm gizlin başladım axtarışlarına, oradan buradan. Birazdan Səni Axtarıram da. Xoş gördük əziz tamaşaçılar. Hər kəsi salamlayıram. Cüməniz mübarək. Cüməniz mübarək. Şad xəbərlərlə dolu, sevdiklərinizlə bərabər bu gözəl gündə gözəl xəbərlər işdəsiniz inşallah. Allah sevdiklərimizi qorusun və olur. Səninlə başlamaq istəyirəm. Keçən həftədən hər kəs bilir ki, mən Uğur'a demişdim ki, sənə xəbər verim. Amma elə oldu ki, məlum hadisələrdən mən efirdə ola bilmədim birinci gün. Uğur'un atasının hər dəfə rəsminə baxanda mən, hər dəfə o şəkili mən görəndə ürəyim sızlayır. O, sənin 5 yaşın var idi də, atandan ayrı düşəndə, düzdür? Bəli, xoşdan. 5 yaş. Bəli, 5 yaşım var. 5 yaşımda axırıncı səfər gördüyüm oldu. O da cənazəsini görmüşəm də, yəni. Sonra ana aparmışdı sən ora. Bəli, anam aparmışdı ora. Nənəm mən sinəməni təliyib. Onun evladıma lazım deyil. Hətta yıxılmışdım. Bilək nahiyəm idi, yoxsa çıxmışdı, sümüyüm yerindən çıxmışdı. Əlimdə sarıq olub. Onu belə xatırlayırsan. Bəli, xatırlayıram. Cənazənin üstünə getmişəm. Gülab suyu verdilər, cənazəsinə dökmüşəm. Hamısını belə xatırlayıram. Amma ana deyir ki, axı görməyibdi onun. Siz gedəndə axı bastırılmışdı ata. Qəbrin üstünə də gülab suyu döymüşəm. Mən Xoşqədəm xanım,
necə demək, ən böyük sevinç yəni atam olar da. Yəni bizə kəlmə səsini eşidən. Bir kəlmə ilə gələ burada onun səsini dünya dəyişməm də heç nə. Bir kəlmə istəyirəm ki, gəlsin burada qalsın desin ki, sağam. İndiyə kimi mənə bilsən, o qədər sözlər deyiblər. Sinif yoldaşlarım deyib atasızdır. Hətta hər şeyi qoyuram, uşaqlığımı qoyuram qırağa. Əskər çəkmişəm, əskərim anam gəlib gedib yanıma. Hamının atası gəlib, mənim anam gəlib. Düzdür. Uşaq atadan yetim qalmır, anadan yetim qalır. Amma ata da ən böyük varlıqdır. Oğlan şu anın arxasında birinci ata durmalıdır. Yəni, mən atası böyümüşüm. Yəni, o nəsib olmayıb da amma. Bir sözdən də qaçmışam anamın üstünə, atamın üstünə. Ata olmayıb ki, gedəm deyəm ki, ata filan kəsmə filan söz deyil. Anam da qadın xeyladır, eşitməyib, kesin deyəməyib. Yox. Anan güclü qadın. Əsl anandan. Sən bəxtinə o çıxıbdır ki, o əsl bir ana sənin anan. Bəli, atanın yeri ayrıdır, ananın yeri ayrıdır. Bunlar bir-birini əvəzləyə bilməz. Amma sən bəxtəvərsən bu baxımdan ki, anan əsl analardan olur. Çünki bugün uğurlar qarşı. Şükür Allah xoşqudum xanım. Öpürəm o anamın əllərindən, sənin kimi anamın əllərindən öpürəm. Burada elə anam məni böyüdüb, boya başa çatdırıb. Siz mənim üçün çox şeylərdiniz. Mən 30'lu qabağınızda nəsiyyət verdiniz, başa saldınız. Deyim olar ki, elə ananın elədiklərinin yarısını siz elədiniz mənə. Mən heç vaxt bunları itirmərəm. Uğur, bugün səni sevindirəcəm. Sənə xəbərim var. Keç, sən əyləş. Nərgiz xanım, gəlin bura. Özlemlerim İştirəm sizə xoş gəldiniz. Nərgiz xanım. Uğur studiyada olacaq. Ora siz gedəcəksiniz və Uğur'a onu siz göstərəcəksiniz. Ona görə mən sizi yola salacağım. Siz gedəcəksiniz. Anam niyə tək etsin ki? Peki anam onu elə orada gördüklərinə hazır olmayacaq. Peki neysə olar, alıb pisləşər eləyər. Mən də onun yanında gedim də. Yox, narahat olma, əməkdaşlarımız orada olacaqdır. İstəmirəm, bir tək bıraxam. Gözümdən qırağı bıraxmaq istəmirəm. Heç vaxt da tək buraxma, amma indi sən əmin ol ki, sənin qədər onun yanında onu qoruyacaq insanlar var. Amma heç vaxt tək buraxma. Heç vaxt da bıraxmaram, heç vaxt. Hə, həmişə ananın yanında. Amma indi rahat ola bilərsən, çünki o tək getməyəcəkdir. Hə, Nərgiz xanım? Bəs, Hazırsınız? yaşadıklarımın yerində bu nədir ki? Yaşadım. Mən sənə əvvəl gündən dedim ki, elə şeylər yaşamışam ki, bundan sonra nə olsa dözüb duram. Bir dəmir o qədərinə ki, poladı döyürlər, sınmaz. Yəni, çox yıxılıb durmuşam dayı, mən öyrəşmişəm. Çox yıxılıb durmuşam. Balamdan yana çox əziyyət çəkmişəm. Allah bir Allah şahidimdir. Bəlkə də bugünkü gün Allah mənim dualarımı eşitdim, evladımı sizə qarşınıza gətirdi. Buna görə sizə çox təşəkkür edirəm.
Çox minnətdarlığımı bildirirəm. İndi Xoşqədəm hələlik xanım. çox təşəkkür etməyin. Allaha təşəkkür edin. Bəndələrdən düzdür. Bəndələr yaxşılıq edən, vasitəçi olan insanları unutmayın. Unutsaz bu nankörlükdür. Amma indi daha çox Allaha təşəkkür edin. Çünki Bəli, bizi yaradan Allahdır. Hər şeyi verən də odur, alan da hər şey odur. edən də, alan da, verən də Allahdır. Ona sonsuz təşəkkür edirəm. Bəli, biz səbəbkarlarıyıq. Bir də sizə Xoşqədəm xanım. Mən bura buzu 2 aya yaxındır gəlirəm, fevral ayından gəlirik də ana bala. Heç vaxt sizə mən təşəkkür etmədim. Özünüz də gördünüz. Bu təşəkkürlərim ondan ötərdi. Bir də dünən burada bir söz dedin. Elə bir yaramın qabığını qopartdın, qanatdın ki, qanadı qırılmış bir quşam. O sənin yox, tək sənin yox, bütün səni sevənlərin anasıdır. Xatırlatmayın mənə. Allah onun yerin cənnət eləsin, məkanı cənnət olsun. Onun torpağı sənə, balalarına, özünə can sağlığı, uzun ömür versin. Allah səbrini versin. Mən bir dənə çox təşəkkür edirəm və sizdən, burada oturanlardan da xahiş edirəm ki, çox sağ olun, hər birinizin baş sağlığını, içdən gələn səmimi sözlərinizi, çünki burada mənfəət yoxdur. Sadə insanlardan mənə gələn, məndən heç bir ehtiyacı olan, olmayan insanlardan gələn sözləri çox səmimi qəbul edirəm. Amma hər birinizdən rica edirəm ki, mənə əgər kömək etmək istəyirsinizsə, izin verməyin ki, mən efirdə ağlayım. Çünki mən dünən gəldim, ağladım, sözümü dedim, bitdi. Yəni, hər dəfə bunu xatırladıb məni, onsuz da mənim yaram mənimdir. Mən bunu hər gün efirdə tamaşaçıya yükləmək istəmirəm. Məni tanıyanlar bilir ki, mən hədsiz dərəcədə çox ehtiyatlı bir adamam. Ətrafıma negativ heç zaman qoymuram geçsin. Ancaq pozitiv, xoş sözlər, səhər yuxudan duranda sevdiklərimə zəng eləyib, gözəl belə səslər atıram, zəng eləyirəm. Mənim dərdimdir, mənim yaramdır. Onsuz da mən burada efirdən çıxıram, efirə girənə qədər. Çünki bu mənimdir. O dərd mənimdir, məndə qalsın. Mən ondan baş edəcəm. Amma siz çalışın ki, məni hər dəfə xatırladıb, efirdə tamaşaçının önündə ağlatmayasınız. İstəmirəm ki, tamaşaçılarım mənə görə ağlasın. Nə qədər anasız qızlarımız, oğullarım var. Çox sağ olun. Bilirəm, siz bunu içdən, səmimi dediniz. Dünən mən bütün anasız övladlara həsr etdim verilişimi. Onların sözünü dedim. Bugün artıq normal efirimdəyəm, verilişimdəyəm. Mənim anam da məni izləyir. Onun mənə hədiyyəsi də mənim boynumda. Yəni, o da məni izləyir. Dünən mənim valideynim, atam izin verməyib ki, televizor bağlı qalsın. Deyib ki, Ofeliya həyatda olsa, o televizoru bağlı görsə, hamımızla dalaşardı. Açın, Xoşqədəmi izləsin evində. Biz də izləyik. Yəni, ona görə mənim gözəl bacım, narahat olmayın, mən güclüyəm. Mən güclüyəm. Dərdinə mən də şərikəm. Dərdin mənim də dərdim. Bilirəm. Anana qurban ol. Bilirəm. Balalarına qurban ol. Elə demə, Çox elə sağ ol. demə. Çox sağ ol. Bu həyatda hər şey davam edəcək, keçəcək. Necə böyük dərdlər. Mənim anamla atam gecə otağa girib Talihi ağlayırdılar, qardaşımı ağlayırdılar. Mən həmişə o vaxtı balacaydım. Orta məktəbdə oxuyurdum. Mən çox qorxurdum ki, anam və ya atam bu dərddən ölərlər. Amma ondan sonra gör neçə il keçdi. Mənim atam, anam yaşadı da, uşaqlarını da böyütdü. Hələ qaçqınlıq, o məcburi köçkünlük dönəmini də yaşadı. Hər şeyi yaşadılar. Ona görə həyat davam edir, əzizim. Davam edir. Sizin üçün də, mənim üçün də, hamı üçün. Bəli, elədir. Xoş gəlin. Toparlanmaq zamanıdır. Can, Gedin qurban olum. sizi gözləyirlər. Çox sağ ol. Bir daha sənə baxmayım. Ola bilər həyatdan qayda bilmərəm. Qayıtın. Elə olmaz.
sənin kimi. Çünki həqiqətən də görmək istəyirəm. Birinci günü elə gözləyirdim ki, həftə sonu ən çox gözlədiyim gün idi ki, birinci gün. Yəni, çünki tamaşaçı da mənə çox hirslənmişdi. Baxırdım, yorumlarınızı oxudum. Mənə yazırdınız ki, niyə oldu? Niyə sən demədin? Deyəcəm də. Niyə narahatsınız ki? Sonuçda deyəcəm. Həmən gün həqiqətən də çox çətin idi. Yəni, mən o qədər böyük bir tədbir idi ki, o tədbirdə həyəcanlanmamaq, o qədər çatdırmadığımız nələrsə oldu ki, yəni efirdə. Səndən də soruşurlar, Uğur? Yaxın tut mikrofonu, danış. Əvvəl məndən soruşurdular. Bilmirəm də, yəni xəbərim yoxdur heç sənin. Deyirlər, görən necə olacaq, necədir. Deyirdim, şükür Allah, xoş gələm xanıma, güvənib getmişəm ora. İnşallah elə ona da güvəndim. Sənin bununla bitməyəcək. Biz indi gedir bizim əməkdaşımız, amma bundan sonra da olacaqdır. Mənim ən böyük arzularımdan biri də bilirsiniz ki, Muraddır. Mən Rasimin tapılması heç, amma Muradla bağlı. Onu da sizə deyim ki, Muradla bağlı yola çıxıram. Nə qədər belə bir durumda olsam da işimi qoya bilmərəm. Sizi naümid qoya bilmərəm. Ona görə yola çıxıram. Elə istəyirəm ki, hamı sevinsin və bütün göz yaşları sevinç göz yaşları olsun. Heç kədəri istəmirəm. Kədər olmasın. Ancaq sevinç göz yaşları olsun. Hamının gözündən axan yaş sevinç göz yaşları olsun. Həsrət, kədər bitsin. Olur. İlahə üçün də istəyirəm onu. Gəl bura İlahə. Yenə saçını bağlamısan. Başım qarışıqdır, özünə baxmırsan. Mən səni bu qızlar niyə belə efirə çıxarırlar? Niyə bu vəziyyətdədir İlahə? Bu qızı da ki, belə mən heç düzəldə bilmədim, Heç düzəldə bilmədim, dostlar. Elə bilməyin ki, qutunu unutdum. Heç nəyi unutmuram mən. Heç bir şeyi unutmuram. Hər şey nə qədər belə başım qarışıq da olsa, problemlər üstümə də gəlsə, kədərli də olsa, mən heç bir şey gözümdən yaymıram. İlahə. İlahə heç vaxt anasını görməyib. 40 günlüyündə. Anasından ayrı düşüb. Sən axtarıma müraciət etdi, anasını axtarmaq istədi və biz də bir yola çıxdıq. Çıxdığımız yolda İlahənin yaşadığı acıları sizə göstərdi. Və mən anasını axtaran qızlara, anasız qalan qızlar üçün çox göz yaşı tökmüşəm buradan. Bugün indi bir qızımızı da çağıracağım, Nigar da adı. O da heç vaxt anasını görməyibdi. Övladlığa götürüb saxlayıbdılar. Və illər sonra sən axtarrama müraciət edib. İllərdir ki, sən axtarramda bioloji valideynlərini axtarır. İllərdir, bu neçə il əvvəldən bizə müraciət edibdi. O da bugün studiyamızdadır və o da bugün anasının axtarışına çıxır. Nigar buradadır mı? Nigar daxil olsun. Nigar, İlahə. Hər ikisi heç vaxt anasını görməyib, dostlar. Ana axtaran qızlar. Nigar.
heç vaxt ananı görməmisən. İllər öncə sən axtarama müraciət etmisən. Elə bir vaxta gəlmisən ki, ən çətin dönəmimdə gəlmisən. Ən ağır günümdə gəlmisən. Bəlkə sənin ananı tapacağam. Bəlkə həyatdadır. İndi anasızsan. İndi mənimlə yaraşırıq bir-birimizə. İkimiz də anasız. Allah Ama- rəhmət eləsin. Yeri behiştli olsun. Allah bütün anaları can sağlığı versin. Uzun ömür versin. Allah heç bir evladı anasız eləməsin. Balanı da Amin. anasız eləməsin. Əminsən ki, sənə anandan şad xəbər verəcəm. İnşallah. İnşallah. Mən amma bir şey deyim. Məni sevindirəcək nədir? Anasını axtaranların hamısına şad xəbər verim. Bunu qarşıma qoydum. Çünki onlara kədərli xəbər versəm çox üzülərəm. Arzum sizə şad xəbər verməkdir. Çox sağ ol. Otur Nigar. Qısa bir aradan sonra davam edəcək. Kanal dəyiş. Davam edirik. Uğur'un anası hara getdi? Biraz sonra izləyəcəksiniz əziz tamaşaçılar. Hətta yoldan görüntülərimiz mi var? Nəsə demək mi istəyirlər? Mən qeyd eləyim ki, bax sabah 6-cı gündür. Aksiyalarımız var. Bütün tamaşaçılara deyirəm ki, bu aksiyalardan yararlanın. Nevroloqmuş Jalə Qarayeva həftənin 6 günü uşaqlarda, böyüklərdə nevroloji problemlər varsa, baş ağrı, migren, epilepsiya, baş gicəllənmə, yuxu pozuntuları, müxtəlif növ fobiyalar, o cümlədən epilepsiya, qıc olma, depressiya, təşviş, həyəcan pozuntuları, yaşlı ata-analarımızda unutqanlıq var. Jalə Qarayevaya həftənin 6 günü müraciət edə bilərsiniz. Özü bu arada qeyd edeyim ki, analizlərə də xüsusi endirimlər var. 053 163 10 02 əlaqə nömrəsidir. Və zob doktorumuz Xəqani Həsənovun yanında bizim aksiyalarımız var. Bilirsiniz ki, Xəqani doktor həm regionlarda, həm də Bakıda sizləri qəbul edir. Saç tökülməsidir, səbəbsiz çəkiniz artır, azalır, yorğunluq, yuxusuzluq. Bax, bu kimi problemləriniz varsa mütləq bir endokrinoloqa müraciət etməlisiniz. Xəqani doktor həm Bakıda, o cümlədən 24 aprel Salyandadır, 27 aprel Gəncə, 30 aprel Tovuz, 1 may Şəkidə olacaq. 050 603 81 82 əlaqə nömrəsidir. Həkim kosmetologumuz Nigar Sultanovanın da yanında aksiyalarımız var. Qırışlara yox demək istəyənlər müraciət edin. O cümlədən 26 aprel Goranboyda Medilife klinikasında olacaq. 27 apreldə də Gəncədədir. 051 444 0017 əlaqə nömrəsidir. Aksiyalarımızdan yararlanın. Həkimlər olduğu günlər gəlin. O qədər istəyirəm ki, sizlərə kömək edək biz. Həqiqətən də bu köməyi edəndə çox xoşbəxt olacağam. Sizlərə xeyir vermək, görmək, sizi xoşbəxt görmək məni bu çətin durumdan çıxaracaqdır. İkili ekranlarda axtarışlarımızı görürsünüz dostlar. Şəkilləri görürsünüz. Bu şəxslərin hər biri axtarışda olan şəxslərdir. Onlarla bağlı məlumatınız varsa 050 501 01 47 əlaqə nömrəmizdir. Zəng edin, yazın. Həftənin 5 günü Bakıda, həftənin 5 günü Bakıda, yəni ARB televiziyasında gələ bilərsiniz, verilişimizdə iştirak edə bilərsiniz. Axtarışlarınız və bütün sosial problemlərinizlə bağlı bizə müraciət edin. Mobil, sən həyəcanlı deyilsən. Neçə aydır gəlirsən artıq? Mikrofonu deməyim də götür. Mikrofon yanındadır. Bəli, həyəcanlıyım. Həyəcanlısınız. Bəli. Nə varım? Oynayayım yoxsa yıxılmayır, ağlayayım? Neyiniyim? Nətər eləyirəm mən? Oğlu Yox, nə öyle var ata bana? ağlamalıdır da. Neynəməliyəm mən?
Bu ağlayıram da nə qədər ağlayım da. Elə sən hər gün gəlirsən mən sənin yanında ağlamalıyam. Bunlar qınamaya Oo. vərdiş ediblər. Bunlar Vallahi. qınamaya vərdiş ediblər ki, kim taxtarsa Ay, sağ ol. mütləq diz çökməlidir, Ha. mütləq ağlamalıdır, mütləq neyləməlidir. Belə danışırsın. Bu da belədir də, bu adam da niyə toxunmalıyıq bu adama? Bu belədir. İstəyirlər ki, dəyişsinlər, mən bu Bəli. yerdə yoxum, hamı mənə oxşamalıdır. Babək Başı oxşamır mənim, da. ölmək daha rahatdır. Çünki bilirsən, dəfn eləyirsən, yerini bilirsən, darıxanda ziyarətinə gedirsən. Bu insan məsuliyyətsizlikdən evladını itirib, yoxdur. Nə öldüsünü bilir, nə qaldısını bilir, heç Ay nəyini xanım, bilmir. Uşağı kim aparır o cavabdehdir də. Uşağı Sən- mənim uşaq evimə sənin kim aparır o uşağındır. cavabdehdir. Sualı düz qoy. Uşaq kimin Mən uşağıdır? Mingəçevdə yaşayıram. Mən Mingəçevdə uşağı cavabdehəm. Bəli, uşağı kim evdən aparır? Qeyd edim kim ki, dostlar, O cavab- 33 ildir, 33 ildir, düzdürmü? Murad Ağdamın Çəmənli kəndindən 4 yaşında yoxa çıxıbdı. Onunla bağlı Qazaxstana qədər getdik, çünki Pəhlivan illər öncə Bəli. 2000-ci ildə Murad adlı bir şəxsin Qazaxstanda yaşayan Səxavət adlı şəxsin evində, ailəsində olduğunu dedi. DNA testi üçün sən axtarıram, müraciət etdi. Uğur, sən nə qədər, neçə ildə atanı görmürsən? 18 il. 18 il. Sən də inanırsan ki, o sağdır. Mobil inanmır ki, o həbsxanadakı uşaq onun uşağıdır, yəni Murad. Sən inanırsan ki, o qəbirstanlıq ki vardı, mən Naxçıvanda getdim, çəkdim. Ana ağladı ki, bu mənim oğlumun qəbridir. Anan dedi, yox, o qəbir deyil. Sən dedin ki, ondan öncə də 6 il itib sonra atam yenidən üzə çıxıb. Bəli, xoşqınam xanım. İnanmır. İtif yox, üzə çıxıb. O qəbirdə olduğuna inanmıram. Mən inanmıram ki, sağdır. Yəni Naxçıvanda bu qəbri 2009-cu ildə yalandan qoyublar, eləmi? Xoşqınam xanım. Sizə bir söz demək istəyərdim. Bilmirəm indi vaxt var, yoxsa yoxdur. O vaxtı mən hardasa 9-cu sinifdə idim. 9-cu sinifdə oxuyurdum. Bir insan mənə qayıt demişdi ki, söhbət eləmişdilər, mən də qulaq şahidi olmuşdum. Bir insanın borcu olduğuna görə özünə məzardaşı qoydurub, ölüb, təzədən 20 neçə ildən O Bərdədə baş vermişdi hadisə, onu da bütün media yaydı, yadımda. Yəni mən o uşaq vaxtı idim, mən o sözü eşitmişdim. Güya özünü qəzaya uğradı. Bəli, Yəni anam da var. neçə dəfə mənə deyib ki, məsələn, əlində Bəli, çıxan sümüklər də heyvan sümükləridir. əlində imkan olduğu vaxt neçə dəfə Vallahi hər qayıt deyib şeydə ki, baş verir ha. Aha. neçə dəfə deyib ki, gedib atavın qəbrinin üstünə getməmişəm. İstəməmişəm, çünki demişəm Yəni ki, sən deyirsən ki, o da yalan. bəli, mən deyirəm ki, yalandır. Yəni əgər ölmüş olsa mən o qəbrin üstünə getməyəcəm. Nərgiz xanım, eşidirsiniz məni? Eşidirsinizdir məni. Bəli. Bəli. Həyəcanlısınız. Həyəcanlısınız. Çox, həddindən artıq. Həyəcanlıyam. Nəyə getdiyimizi, daha doğrusu çox maraq Deyirsən hara istəyirəm gedirəm, ki, biləm hə? ki, nəyə görə Mən gedirik. elə eləyəcəyəm ki, Bəlkə də sevinsin. Uğurun atasının xəbərinə gedirik, bilmirəm. Mən Amma istəyərdim ki, Nərgiz xanım, oğlum yanımda olsun. Çox həyəcanlıyam, həqiqətən. Nərgiz xanım, mən istəyirəm ki, bütün analar Yəni, bu sevinsin. günü gözləmirdim. Bəlkə xoş günlərim indən sonra gələr. Nərgiz xanım istəyirəm. Qulaqçığı verin də Bəli. Nərgiz xanıma. Analar O qıdı. məni eşitsin. Bəlkə Allah mənim dualarımı eşitdi ki, bəlkə bir xoş xəbər işlərəm mən də. Necə bir Bəli, eşidirəm. Kənan necə bir həyat yoldaşı idi? Kənan necə bir həyat yoldaşı idi? Kənan necə bir insan idi? Bəli. Kəsildi, dönəcəyik. Bəli, bəli Kənan, eşidirəm. Kənan necə bir həyat yoldaşı idi? Necə xatırlayırsınız Kənan- onu?
Sizə münasibəti necə idi? Xatırlamamaq mümkün deyil. Kənanın Aliyə olan münasibətini xatırlamamaq mümkün deyil. Çox səmimi, gözəl, gülərüz, xoş xasiyyət, elə bir gözəl insan idi. Necə baxırdı sizə? Anasının dediyindən fəxri olaraq, Xoşqədəm xanım, Kənan çox ailə canlı, ailə istəyən idi. Amma elə bil nədənsə çəkinirdi, bilmirəm. Biraz, mən elə başa düşürdüm ki, o ailəsinə, böyüyünə olan sayğısından, hörmətindən mənə belə doğru irəli gəlir. Mən elə başa düşürdüm. Nərgiz xanım, deyirsiniz ki, Roza xanım sizə çörək vermirdi, siz hamiləykən sizə əziyyət verirdi. Bəs həyat yoldaşınız necə baxırdı sizə? O necə bu münasibətin qarşısında? Xoşqədəm xanım, onun xəbəri yox idi. O bilmirdi, mən onları ona demirdim. Kənan Siz ac qalırdınız, o gəlib Roza, görür. ay can, başa dönüm, gəlinimdən yoxdur. O gəlib görəndə ki, siz evdə açsınız, gedib sizə nəsə alıb gətirmirdi? Ananın qorxusundan. Bircə dəfə, Xoşqədəm xanım, üzr istəyirəm, mən Uğur'a hamilə idim. O dedi ki, Nərgiz, niyə ağlayırsan? Dözə bilmirdim, ürəyim çəkilirdi. Dedim ki, acam, 3 gündür çörək nədir? Bir qurtum sudan başqa heç nə içmirəm. Suyu da gedib, üzr istəyirəm, ayaq yolundan içirəm. Ağladım üstünə. Getdi, dayısı qızı gildən çörəyin arasında mənə dolma gətirmişdi. O bugünkü gün kimi hələ həyatı boyu yadımdan çıxmaz. Onu dayısı qızı da təsdiq eləyə bilər. Keçən dəfə Uğur'a zəhd eləmişdi o xanım. Dedi, mən Kənanın dayısı qızıyam. Dəhşət. Ağlama, ağlama. Mən o günləri xatırlamaq istəmirəm, Xoşqədəm xanım. Çox ağır günlər idi onlar. Mən ora ailə qurub getmişdim, xoşbəxt olmaq üçün, bədbəxt olmaq üçün getməmişdim. Getməmişdim ki, bu günləri yaşayam, bu çətinlikləri görəm, evladımı ata sağ ola, atasız böyüdəm. Mən ora gedəndə mənim anam dedi ki, qızım, sənin anan da oradadır, atan da oradadır. Az ki, sən bu yolu seçirsənsə, onun atası atan, anası anandır. Mən evcik qurmurdum ki, Xoşqədəm xanım, mən ev qurmağa, ailə qurmağa getmişdim ora. Onlar məni başa düşmədi. Bugünkü gün Uğur'un yetim qalmağının səbəbkarı Kənanın öz valideyni, bacısı, anasıdır. Qardaşıdır ki, bu sirri indiyənəcən 18 ildir gizləyiblər. Aydındır. Mənim günahım nə idi, səhvim nə idi? Axı, mən də bir qadın idim. Mən də xoşbəxt olmaq istəyirdim. Nədənsə həmişə, Nərgiz xanım, qadının düşməni qadın olur. Bu nədir, mən bilmirəm. Və mən düşünürəm ki, insanlar ancaq bir-birinə sevgi və sayğı. Bəli, elə olmalıdır. Amma elə deyirlər. Elə deyirlər. Hər şey yaxşı olacaq və biraz sonra Uğur mənim belə ürəyim belə döyünür və nə elə gəlir ki, mən çox sevinəcəm. Mən bu günlərdə həm də özümün sevinməmi istəyirəm. Məni də sevindirəcək, buradakı insanlara verəcəyim xəbərlər ola bilər. Murad, həmən Murad olsun, Nigar, İlahə və onlarla axtarışı olan, problemi olan insanlarımız ki var, onlara şad xəbər vermək istəyirəm. Məni bu dəqiqə ayağa qaldıracaq bu xəbərlərdir. Qısa bir aradan sonra davam edəcəyik, kanalı dəyişmək. Təşəkkür edəcəm. Qeyd edeyim ki, xüsusi sponsorumuz Mediara Hospitaldır. Qulaq-burun boğaz cərrahımız Azər Əbilzadə bizimlə birlikdədir və qeyd edeyim ki,
gözəl qulaq, burun, boğaz əməliyyatları və ən gözəl plastik burun əməliyyatı istəyənlər Azər Əbilzadəyə müraciət edə bilərlər. İlk dəfə bu əməliyyatı həyata keçirənlər 1450 manat, ikinci dəfə, yəni rinoplastika istəyənlər isə 2500 manat ödəyəcəklər. 055 230 32 90 əlaqə nömrəsidir. Xüsusi sponsorumuz Al Marketdir. 17-23 aprel arasında möhtəşəm indirimlər başlayıb davam edir, tələsin. Həm sevdiyiniz məşhur markalar, həm də Al Marketin yüksək keyfiyyətli, hər gün aşağı qiymətə təqdim olunan məhsullarını şok qiymətlərə əldə edə bilərsiniz. Xüsusi sponsorumuz Apro Hospitala təşəkkür edirəm. 7-24 çalışır. Müasir tibb avadanlıqlar eyni zamanda peşəkar həkim heyəti ilə xidmətinizdədir. Buta Palasın yaxınlığında yerləşir. 010-203 0088 əlaqə nömrəsidir. Xüsusi sponsorumuz Sanlab Laboratoriyasına təşəkkür edirəm. 5000-dən çox analiz növü ki, orada verə bilərsiniz. Verə bilmədiyiniz analizlər göndərilir. Almanya, İngiltərə, Türkiyə cavablar oradan gəlir. 055 997 77 07. Sponsorumuz nevroloqumuz Jalə Qarayevaya təşəkkür edirəm. Analizlərə xüsusi indirimlər var. Sən axtaramın adından müraciət edin. Depressiya, panik atak, nevroz, əsəb, müxtəlif növ fobiyalar, baş ağrı, migren, baş gicəlləmə, yuxu pozuntuları, epilepsiya, qıcı olma, beyin qan devranı pozğunluqları, uşaqların nitqində, yaddaşında problem varsa 053 363 10 02-yə zəng edə bilərsiniz. Oftalmoloqumuz Cahit Şahbazova təşəkkür edirəm. Mirvari suyu, eynəklərdən xilas olmaq istəyənlər, tikişsiz çəpli əməliyyatı istəyənlər 050 780 70-ə zəng edin. Aytən Sonsluq Mərkəzinə təşəkkür edirəm. 2000 manata ana ola bilərsiniz. 050 455 82 82. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Həm regionlarda, həm Bakıda sizləri qəbul edir. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər 050 603 81-82-yə zəng edin. Həkim kosmetoloqumuz Nigar Sultanovanın yanında bütün qırışlara yox deyə bilərsiniz. 051 444 0017. Vertebroloqumuz Röya Musayevaya təşəkkür edirəm. Yastı pəncəlik, əzələ zəifliyi, serebral iflic, inkişaf geriliyindən əziyyət çəkənlər 055 972 29 39-a zəng etsinlər. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Övladlarınız heç bir imtahan vermədən əyani, qiyabi, həm Rusiya, Ukrayna, Türkiyə, Avropanın bir çox məşhur universitetlərinə qəbul ola bilər. 100 nəfərə tələbəmizə təqaüd, kreditlə təhsil mümkündür. 051 401 44 43. Mənə nəsə demək istəyirsiniz? Siz bu. Siz üzünüzə baxıram, görüm bəlkə nəsə şad xəbər dediniz ona görə. Kəlmə söz deyək. Bax, müzakirələr aparılır, bir yaxşı mən söz istədim, müzakirə olmaz və razıyam sizdən. Amma bugün bizim igid oğlanımız burada da atasını axtarır, elədirmi? Yaxşı, deyək ki, bu kənd yerində yəqin 150 min, 160 min ev var, elədirmi? Bu Allahdandısa, əgərlər senari qurublarsa, bəli 5-10 nəfər yığılıblar, meydi gizlədiblər, anasını qoymuşlar, üstünə və s. Yaxşı, lap da ki, mən də inandım ki, bəli, həqiqətən o qəbirlədir. Yaxşı, sonrası nə olacaq? Və yaxud da ki, inanıram ki, qəbirdə deyil. Onda nə cəmaat? Cəmaat bizə nə deyəcək? Biz bunları məni allada bilərlər, sizə allada bilərlər. Amma bu boyda kəndi alladırmaq qeyri-mümkündür. Yəni siz deyirsiniz ki, o ölüb. Yəni, mən fikirləşirəm ki, o ölüb yəqin ki. Onu fikirləşirəm. Çünki sabah cəmaatın elin qabağına çıxmaq hər oğlunun işi deyil. O kətdə neçə nəfər olub onda? Neçə nəfər olub? Mən bəzən bayaqanda dedilər, bunlar deyirlər ki, bəli, susur, atası dölbür filan şey. İnan ki, mən gözümlə gördüyümü deyəcəm. Adam var çılğındır, həddindən çox, belə sırazdır, mən bilim, mən reaksiya verir, sırazdır falan. Adam var ki, anasının qəbrinin üstündə ağlamır. Doğma anasının qəbrinin üstündə. Niyə? Səhərə qədər anasının qəbrinin üstündə oturub, nəinki ağlamaq, çabalayıb. İnsandır. İnsanı ancaq onunla müşahidə etmə olmaz, qiymət vermə olmaz ki, bəli, bu sakitcə durub. Dərdini, içindəkini, dərdini o Mövlana demişkən, məndə demə, məndə deyiləm. Bir mən vardı məndən içəri. İçəri dərdi, içəri külə çıxartmaq lazımdır.
Bu insanı fizionomisine baxıb demək lazım deyil. Bəli, sən yaxşı oğlansan. Belə şey Aydın. yoxdur. Aydın. Bir şey Analarını diyeyim, Anar axtaran Bey. qızlar Gözəl- var burada. Gözəl dediniz. Amma gözəl bir kəlam var. Deyir ki, bu dünyada ən ədalətli şey ölümdür. Çünki hamı arasında paylanır. İspat edilir. Yəni bunu şey yoxdur. Amma mənim üçün maraqlıdır ki, bax bu uşağı, onda uşaq olub da Uğur. Təbii. Əgər bu ölübsə, elimizin, adətimizin qanunu var da, kimsə öləndə şərait yaradırlar ki, son dəfə kimlənsə bir görüşsün, yəni yola salır son mənzilə və s. Ananı niyə buraxmasınlar ki? Niyə allatsınlar ki onu? İndi Uğur uşaq olub. İndi Mənimlə də biraz sonra Yox, onu bahanə gətirdilər də müəllim. Dedilər ki, Biraz- qanun üçün orada olmaz. bir saniye Evet. saniye çünkü vaxt çok kısadır. Buyur ne deyirdi? Anar müəllim, belə deyim ki, mən onların yanında böyüməmişəm. Mən onların belə xəssiyyətini də bilmirəm, necə bir insan olduğunu da bilmirəm. Amma onu deyim ki, yəni mən itəliyib. Mən bunun evladı lazım deyil. Aydındı. Yəni, İlahə. insan bəllidir. Bu qutunu açacağım, anı elan edeceğim. Ama ikisi de heç vaxt anasını görməyibdi. Biri övladlığa verilib, o birisini kim saxlayıb, səni kim saxlayıb? Ata-nənə. Ata nənəsi saxlayıb. Nigar 18 yaşında bilibdi ki, övladlığa götürülübdü. İndi dostlar, mən bir ana da bura çağırıram. 3 uşaqla mənim üstümə gəlibdi ki, uşağımı sığınacağa qoyuram, uşaqlarımı. Mən qınamayacağam. Bilmirəm nə baş verir. İndi danışacaq mənə. Amma hərdən son 4-5 gündür deyirəm ki, kəşke anam bizi də sığınacağa ataydı. Küçüyə ataydı. Dərd bu qədər üzməzdi. İçim bu qədər yanmazdı. Sığınacaq necə tapır bunları, necə yerləşdirir o? Niyə Nə qədər daxil insan? olurlar içəri? Nə qədər? Vaxtımız gedir. Bədbəxtçilik də bir nəfərin gəlmir, 3 nəfərlə, 4 nəfərlə. Ona görə deyirlər də, Anar müəllim, həyat qəribədir. Bəli. Çünki hərənin bir taleyi var. O taleyini eyni, hamı eyni anda yaşasa Bugün mənasız olardı. Mənə öz anasını əvəz edən atası Nemətlə birlikdə gəlib mənə baş sağlığı vermək üçün Fatiməm, inanın mən o qədər kövrəldim, o qədər onu, yəni mənim bu balaca Fatiməm var, bu balaca qızım, anasız böyük. Onu ata bilmirəm. Məktəbdən çıxıb gəlib mənə baş sağlığı verdi. Həmən gün çox yağış idi, qar idi, çovğun idi. O gələ bilməmişdi Xoşgədəm xalasının yanına. Anasının, mənə o ana deyil. O mənə ana deyir. Fatiməm, ağlama. Sən ananın yanında belə ağlayanda ana da pis olur. Onu mən bilirsiniz ki, məktəbə düzəltmişəm. Məktəbdə balacalıqdan, balaca qızı idi. Onu apardım məktəbə düzəltdim, orada oxudu. Sonra ona ev aldıq. Və beləcə indi anasının gülüdür, çiçəyidir. Sən gül, ana da gülsün. Xoşgədəm xanım, mən 2 yaş 7 ayımdan anam rəhmətə gedib və məni atam sağlayıb. Ona təşəkkür edirəm ki, mən bu cür sızlamak yok yüreğim, ne acılar yaşadık biz seninle. bu yaşıma qədər atmayıb məni. Həqiqətən bəzilərinə baxıram, atırlar uşaqlarını. Mən atama həqiqətən çox təşəkkür edirəm ki, məni atmayıb, bu günə qədər, bu yaşıma qədər məni saxlayıb. Sizə də təşəkkür edirəm ki, bizə sahib çıxdınız, bizə kömək elədiniz. Mən də sizin ananıza rəhmət deyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Teşekkür ederim güzel balam. Allah seni xoşbəxt eləsin. Gözəl məktəblər bitirəsən, gözəl ana olasan, layiqli, ismətli, abırlı, vicdanlı, mərhəmətli. Sarıl atma. Onu heç vaxt tək qoydum. Qoymayacağam. Onu Hər sev. zaman atamın yanında olacağım. Ölümə kimi. Ata və ana Allahdan sonra ən müqəddəs varlıqdır. Onu sevin. Anan yoxdur, sənə ata, ana olan nemət qardaşın var. Allah ona can sağlığı versin. Allah onu ayırmasın səndən qızım. Amin. Allah'ım mən başımın üstündə eksik eləməsin. Ay sənə qurban. Deyir, çox yaxşı baxırsan, mənə deyir. Yemək zat pişirirsən, evi təmizləyirsən, hamısını danışırsan. Git. Hə, bir də 3 uşağını sığınacağa qoymaq istəyən ana var. Adı Rövşanədir. Gəl studiyaya. Can, ürəyim. Uşaqların üzü görsənsin də qızım, bir dəqiqə. Uşaqların üzü görsənir, problem yoxdur ki. Salam gözəllər. Sana. Adın nədir? Leyla. Leyla, sənin adın nədir? Hayır. Nə? Polad, bəs sənin? Gəmiyə. Lamiyə. Nə qəşəngsiniz siz, necə gözəlsiniz. Məktəbə gedirsən? Hə. Neçənci sinifdəsən? 2-ci. Ay maşallah, oxuyursan, böyüyəndə kim olacaqsan? Həkim. Həkim, nə qədər gözəl. Amma bunlar hələ getmir, balacadılar. Bağçaya da get. Və sən böyüyəndə kim olacaqsan? Müəllim. Müəllimə. Sən? Polis deyirəm. Polis. Yaxşı, indi uşaqlar bir dənə çıxarın çölə. Gedin balalar. Deməli, bu 3 uşağı sığınacağa qoymazsın. Özümlə bərabər sığınacaq. İşləyib uşaqlar saxlayım. Gədə də xəstədir, gədə də müalicə istəyirəm. Xoşqədəm xanım. Ne kadar çok isteklerim var kızım. Orada otur. Ne kadar çok istekleri var yani. Deməli, uşaqları sığınacağa qoyursan, özün işləyirsən, uşaqlara baxırsan. Bəli. Buyurun, danışın qızım. Ərizə vermişəm yoldaşımın boşanmağa görə. İşgəncələr verir mənə. İşgəncələr verir. Uşağa baxmır, mənə baxmır. Ona görə də istəyirəm öz ayağımın üstündə durub uşaqları saxlayam. İşləyəm, uşaqlara baxam. Durursan amma uşağı qoyursan uşaq evinə. Özümlə bərabər. Bir dəqiqə xahiş edirəm. Bir dəqiqə. Xanım, o ayaq üstə durmaq deyil. Mənə maraqlıdır ki, sizin yoldaşınız qoşulsun da. Siz hələ yoldaşınızın xəbəri varmı ki? Yerim yoxdur qalmaq ona görə. Ata-ananız var qızım? Atam-anam mənə yer durmur. Deyir, Niyə sahib durmur? Ölsən də deyir, get elə onun yanında öl. Siz necə ailə qurmusunuz? İstəmədən. Ata-ana verib səni. Anamdan ona nasıl düz qoş eləyibdi. Yəni, neçə yaşın vardı onda? 20 yaşım. 20 yaşın var idi. Və anan səni verdi o oğlana. İndi də deyir ki, orada ölüb qalmalısan. Deyir, biz boşanmış qadın dayılarım deyir, bizə lazım deyir. Get, öl deyir, uşağına görə otur orada. Yaxşı, bu kişi sənə durduğu yerdə mi işgəncə verir? İçki içir mənə döyür. Sizi verəndə o oğlana ailə bilirdimi ki, bu içki düşkünüdür? İçirdi. Elə mən elə tanıyandan içirdi, yəni. Hər gün bu içki içir. Bəli. Axın səvər nə vaxt döyübdür? Axın səvər sizə nə vaxt işgəncə verib? Elə mən bura gəlməmişim 2-3 gün. Qabaq gözümün altı göy idi, başıma vurur. Yaxşı, 2-3 gün bundan qabaq gözünüzün altı göy idisə bir əlaməti qalıb burada. Deməli, indi bu 3 uşaq sığınacaq. Sən ayaqda durmaq üçün uşaqları sığınacağa qoyursun. Özümlə bərabər istəyirəm də uşaqlar qalsın. Özünlə bərabər.
Xoşgədəm xanım, 9 il bu adam. Bir dənə sual verim sizə. Üzr istəyirəm Anar müəllim. Anan həqiqətən sən o sözü deyil. Anam yad durmur. Mənə yad durmur. Anam deyir ki, qardaş gəlin yanındadır da, anam da ayrılıqdır. Hə. Anan da həyat yoldaşından ayrılır. Bəli. Yəni deyir get orada öl. Deyir get ölsən də uşaqlarına görə döz otur. O da mənə Mənim yanıma gəlmədən ananın yanına getdin. getmişəm, atam da yanına getmişəm, anam da. Nə dedi? Mənə yad durmadılar. Nəsə olur. İndi gəlib sahib çıxsa sənə İstəmirəm, heç kim istəmirəm o tərəfdən. necə yəni istəmirsən? Yəni deyirsən sahib çıxmır, mən də deyirəm mən bunu danışım, sən sığınacağa getməkdənsə, get ata-ananın yanına, qızım. Onlar istəyirəm, onlar istəmirəm də. Niyə? Niyə istəmirsiniz ki, məsələn, ata-ananı? Cavab verin. Çünki bu günləri Babu xanım o uşaqları sığınacağa qoyur, deyir ayağım üstə. Əslində onu ərinə, həyat yoldaşına acığa deyir. Acığa deyir, eləmək üçün gəlib bura. İndi bunun anasını da, atasını da, həyat yoldaşını da bir dindirəndən sonra biləcək ki, bu xanım yalan danışır çox şeyi. 2 gün bundan qabaq gözümün altı göyüydü. Gəlib üzündə heç bir əlamət yoxdur. Yaxşı ola bilər də, elə bir yerindən vura bilər ki, görünməz və s. Amma mənim üçün maraqlıdır ki, Xoşqədəm deyirsən ki, əvvəlcə ki, yaxın durmadılar mənə. Başa düşürük də indi nəyəsə görə. Bəli. Xanım deyir ki, Xoşqədəm xanım deyir, bax anan gəlsin, yaxın durur, atan gəlir, lap yaxın durur deyəndə kömək eləyirlər. Ayaq üstə durmaq, uşağı aparıb, sığınacağa qoyub gedib öz işləmək demək deyil. Qızım, nə qədər sığınacaqda da qalsan, orada gözəl qayğı da var. Mən görmüşəm, əməkdaşlıq edirəm. Xüsusilə Zabratda yerləşən Sosial Xidmətlər Agentliyinə. Amma mənim əzizim, uşağın atasının razılığı hüquqi cəhətdən lazımdır bu. Uşağın atasının xəbəri var ki, onu uşağını aparıb qoyurlar. Ay Ramil bəy, o ayrıdır. Mən başqa şey deyirəm. Mən sənə deyirəm, ana, ata, sən deyirsən ki, mən sığınacağa ya da razıyam, ata-anaya yox. Mən nə deyim, qısa bir ara verəm, qısa bir aradan sonra. Bir az sonra bağlantımız Uğur'un anası Nərgiz xanımla olacaq. Yəqin ki, hər kəs ekran qarşısında. Çünki hamı mənə bir həftədir niyə göstərmirsən deyirdi. Mən də göstərəcəm. Və biri atasını axtarır. 2 qız, 2 xanım anasını axtarır. Biri isə 3 uşağını sığınacağa qoymaq istəyir. Təzada baxın da. Bu arada mən, nə oldu Jalə xanım? Deyirsən nəsə problemləri var da. İnsanın psixoloji problemi, insanın Əlbəttə nəsə... problemi var. Birincisi, işgəncə verən birindən niyə 3 uşaq dünyaya gətirirsən qızım? Yəni bu sənə işgəncə verə Mən demirəm ki, uşaqların içində sığınacaq. Özüm də yox, dayan da, indi ayrılmaq istəyirsən, düzdür. Mənim Ayrılmamışdan yerim əvvəl niyə 3 yoxdur uşaq dünyaya gətirirsən ki, sonra da uşaqlarına aparıb sığınacağa yerləşdirəsən? İcazə verin, İkinci xahiş məsələ, edirəm. bəli, sən prinsip üçün çıxmısan bura. Xoşqədəm. Bəli. Xoşqədəm xanım təklif edir ki, ananı da gətirək, atanı da gətirək, problemləri həll eləyək burada. Yox, istəmirəm, mən öz ayaqlarımın üstündə duracağam. Xoşqədəm xanım, nəsə istəyəcək axırda sizdən? Nə istəyəcəksən? Məsələn, ev. Nə danışırsan? Bəli. Biz mən ev... Yəni bu ayaqlarının üstə durmaq istəyir. Əri ola istəyə bilir, hamımız əl çalırıq, dəstəkləyirik. Onun yoxsadakı Ay xanımlar, bura ev verilən yer deyil. Amma var. Ay xanımlar, mən burada ev verən yer deyiləm. Bu xanım bura prinsip üçün durub. Vallahi biraz sonra məni məhkəməyə verib məndən ev tələb eləyəcəklər. Ya da deyəcəkdi ki, mən gəlmişdim bura Xoşqədəm mənə niyə ev vermədi? Ay, bura gələn hamısı ayaqlarının üstündə durmaq istəyir. Ayaqlarının üstündə durmağı da yəqin ki... Yox, ayağının üstündə durmaq istəyir. Durandan sonra alır baltanı cumur Xoşqədəmin üstə deyir bunları verməlisən. Həm də Xoşqədəm xanım, təkcə... Bütün istəyirəm, anar mənim. Durandan sonra ayaq üstə, yadına düşür ki, ona ayaq üstə durmağa məcbur edən, təşviq edən Xoşqədəm Hidayət qızı var, baltanı alıb dayanmalıyam qabağında. Canım mənim, ayaq üstə durmaq lazımdır. Qadınlar güclü olmalıdır. Amma
Bəli, güclü olmalıdır. Bəlkə icazə verəsən Xoşqədəm xanım ananın atanı gətirsin, problemlərinizi həll eləyəsiniz. Qızım Bəli. valideyndir o. Valideyn Dərdini bilək görə bu Bəli. anasını danışaq, bir yoldaşınla Mən danışaq görə istəyirəm ki, bu xanımın yığın dərdi da nədir bir anasını. əvvəlcə. Rövşanənin anası yığılır. Danışmaq. Ərdən öncə ana ilə danışmaq istəyirəm. Hadi o Ərdən öncə bu arada mən qeyd edeyim, sabah işləsən də sağ. Bəli, işləyən bir sözümdə deyim. Valideynlərini indidən istəməyən o övladlar da istəməyəcək. Valla tullayacaq sığınacağa. Bəli, həyat yoldaşın o övladlar Sabah- heç yadına düşməyəcək ayaqlarının üstündə duranlar. Sabah Jalə xanım işinin Sabah layiq deyillər. Sabah Jalə xanım işinin başında həftənin 6 günü bütün nevroloji problemləriniz, baş ağrı, migren, epilepsiya, baş gicəllənmə, yuxu pozuntuları, uşaqlarınızın nitqində, yaddaşında problem, tiklər, kəkələmə varsa zəng eləyin 050 363 10.02-yə. O cümlədən Zob doktorumuz həm regionlarda, həm Bakıda sizləri qəbul eləyir. Unutmayın, 24 apreldə Xəqani doktor Salyandadır. 27 aprel Gəncə, 30 aprel Tovuz, 1 may doktorumuz Şəkidə olacaq. Zobun bütün növləri ilə bağlı 050 603 81 82-yə zəng edin. Leyla Zülfüqarovanın yanında qulaq, burun, boğaz əməliyyatları istəyənlər Sən Axtarramın adından zəng edin. 30% indirim var. 050 836 36 36 əlaqə nömrəsidir. Urolog andrologumuz Bəxtiyar Hüseynovun yanında 055 694 40 50 əlaqə nömrəsidir. Hə, Rövşanə, qadın ayaq üstə durmalıdır, qadın güclü olmalıdır. Mən güclü qadınları sevirəm. Amma güclü qadınlar birinci növbədə ailəsinə və balalarına, valideynlərinə sarılaraq güclü ola bilər. Görürsən, mənim... Bax, mən sənə bir şey deyim. Xoşqədəm xanım, onlar da mənə yağ durmadı. Heç birisi yağ durmadı. Anam dedi ki, öl orada meydin gəlsin, mənə sarı canım. Yə durmağı bir dənə nədir qızım? Ay qızım, yə durmaq nəyə deyirsən? Neynəməli idi anasan? Dördü gedirdim ayın. Dördü gedirdim Gönül ayın. xanım, siz yə durmaq deyəndə çox gözəl dərindən keçirsiniz. Amma sizin nəzərinizə çatdırıram ki, bu xanımın o tərzdə düşüncələri sizin düşüncələrinizdən üzr istəyirəm. Hələ var da, sizə çatmağa var. Mən istəyirəm ki, görün bu Salam əleyküm. deyəndə nəyi nəzərdədir, bunun dərdi nədir, bir onu bilək. Xoşgədəm Hidayət qızıdır, sizi narahat edir, Sən Axtarram proqramını. Bacı, qızın Rövşanə buradadır. Hə, bilirəm, gedibdi, uşağı xəstə olduğuna görə gedibdi. Ta demədi ki, dedim mən uşağım orada. O burada kirəd olurdu Bərdədə. Hə. Qaynənəsi ilə dalaşdı da, problem oldu. Aha. Hə, çıxdı ora. Ah xanım, mənə uşağının xəstəliyini ikinci deyir, bu sığınacaqdan danışır. O mənim yoldaşım birin gedib alıbdı. Ay xanım, bir dəqiqə deyən. Bir dəqiqə deyən. Bu qız ərindən boşanmaq üçün ərizə verib. Uşaqlarını gətirib sığınacağa qoymağa. Siz də mənə deyirsiniz ki, mənim deyir... Ay qadan alım, o uşağının xəstə olmağına görə gelir, heç onun əri də bilmir onu. Nə danışsan, əri bilmir, burada oturubdu. Bilirəm, o getməyini uşağın xəstə olduğuna görə gelibdi, amma da boşanmanı deməyibdi. Kızım, demişsən ərizə Benim bu vermişsən. işi düzüb boşubdu. Onda sənə, anacan, onda sənə bir dənə xəbər versin də qızım ərizə vermişsən. Bəli, vermişəm. Kəbi Kazımdan və məhkəmədədir. Mən onu düzüb boşan mənim o günümdür. Onun evin dağıdan odur. Çox xəbər yoxdur. Vallahi burada nə baş Bir dəqiqə, xahiş edirəm, bir dəqiqə sakitlik araşdıraq görək. Günü nədir, ay anam? Ha? Günü nə Mən deməkdir? fikrim odur ki, o uşaq o xəstə idi. Ay Dedi xanım, ki, ay xanım, mən qurban televizora olmuşsun. çıxmaq istəyirəm. Yoldaşı da dalaşdı ki, imkanın yoxdur da həkim aparmağa. Uşaq tez-tez Anacan, yıxılırdı. icazə verirsiniz, sizə sual verim, üzr istəyirəm. Hə, onda bir dəqiqə sizdən artıq dərəcədə rica edirəm, sakit dayana bilərsiniz. Hə, qadan al, hə. Hə, indi deyirəm ki, mənə birinci onu denən ki, bu düzüb boşan günü deyirsiniz. Günü nədir? Nədir? Hə. Günü nədir qızım? Bəlkə sən biləsən bu eşit. Öcü anamı deyir, heç onun xəbəri yoxdur Allah'ın Oy, olsun. ananın üstünə birini də gətirib atan.
Atam benim, onun atası benim üstüme gülü getiripti. Bu verilişlere zadına çıkmakla işim yokuydu. Bunun yoldaşına dedi ki benim uşağım xəstədir. Yaxşı, bu ana səndən boşanıb həyat yoldaşın. Ben yoldaşımdan boşanmışam. Ay xanım, boşanmışsan gedib ailə qurub. Bu artıq günü deyil. Sizin üstünüzə ikinci arvad gətirməyib. Bu sadəcə gedib ailə qurub. Bunu belə deyək. Hə, ailə qurubdu, gedibdi, birini gətiribdi. Həmin o günümdə bir dəfə mənim yoldaşım evi dağılmamaq üçün gəlmişdi bizə. Qardaşım dedi ki, hamı dalaşırdı. Yoldaşından boşanma. Mənim bir qızım 2 evdədir. Bir iki qardaşa gedibdi. Necə? 2 qardaşa gedibdi. Bir kızım oradadır. İndi bu böyük oğluna gedibdi. Deməli bir ailədə 2 qızın ərdədir. 2 kızı var. O bir qardaşı dalaşıb eləmir. İndi hamının evində dava olur. Əlbəttə ki, əlbəttə Mən ki. bilmirdim bu boşanmaya çıxdı. Yox, bu artıq boşanmaya ərzə verib, bizlik deyil ha, o özü veribdi. Özü burada elan edir. Və Ağadan alım, mənim evim yoxdur. Qardaşımın yanında oluram. Heç imkan da yoxdur ki, mənə də sığılacağım yoxdur ki, mən onu saxlayam. Yəni onda qız düz danışır da. Onda qızın düz danışır da, deyir anam qəbul eləmir. Qadan alım, demirəm, mən qardaşım ana Qardaş, evində bir oluram. dəqiqə, ay xanım, bir dəqiqə, ay xanım. Get qal kirayədə, qızın işləsin, 3 uşağa da nənə kimi sən bax, qızın da... Qardaşının evində nə gəzirsən? Get kirayə tutsun, qızın işləsin, 3 uşağına da sən bax. Qadan alım, o 3 dənə uşağına harada işləyə bilər ki, o 3 dənə uşaq... Sən uşağa bax, biz ona iş taparıq, anacan. Sən qadan alım, imkan da evdə yoxdur. Mən onu nəsə saxlayaram. Yox, siz ev almağa, aydındır. Ev almağa çıxıbdır. Bu qız buraya evə çıxıbdır deyəsən. O evə çıxıbdır, 100%. Yox, qadan alım, evə görə yox. O, bana dedi ki, mənim uşağım xəstədir. Necə? Aşağı gələndə, ilk dəfə gələndə o gözləm otağında mən qulaq astım da söylürdü aşağıda. Dedi mənim evim zarım yoxdur, heç kim də məni qoymur saxlamağa. Mən bura evə gəlmişəm. Aşağıda dedi. Maşallah, maşallah. Dedi uşağıma zaten yoldaşım yaxşı bax eləmə dedi, evim yoxdur. Tikinti şirkəti açarıq. Mənə maraqlı bu xanımın yoldaşıdır. Bir yoldaşının bir görək xəbəri varmı ki, bu arada... Aydındır, bir dənə həyat yoldaşını da... Bir dənə yoldaşınla bir danışaq görək, bir kişinin xəbəri varmı ki... Qızım, Rövşəni, eşitdin anan nə deyir? Deyir, o buradan çıxanda boşanma adı ilə çıxmayır. Şok yaşadı ki, qızım ərzə verir. Mən bezmişəm, Xoşqədəm xanım Quran haqqı. Ay qızım, belə hər şey hamının həyatında güllük gülistanlıq deyil. Hamı çətinlik. Necə? Xoşqədəm xanım, biz döyülməmişik. Yenə də başına dönüm, vallahi yanımdadır həmişə. Dəstəyimi də verən, deyən, danışan. Biz döyülməmişik, döyülə arvad olmuşuq. Döyülməyə, işgəncəyə yox deyək. Sevgi verək, sevgi verə bilmirsə, ən azı özümüzə vermək. İşgəncə də verirən, deyilən də, danışılan da həmişə. Hər dəfə soruşur ki, ay döyülmə. Xoşqədəm xanım hər dəfə soruşur ki, başını niyə bağlamısan başını? Denə ki, hər axşam başımı çırpır da bu adam. Orada da durur. Niyə döyürsən ki? Yox, döyülmək deyəndə bu xanımın niyyəti olur. Məcazi mənada. Məcazi mənada döyür. Yəni əziyyət çəkə-çəkə. Sözsüz ki, insan bir yerdə duranda hər dəfə təzyiqat... İnsanın məqsədini bilmərəm. Elə mən başa düşdüm. O pul məsələdən sonra sən pulu açıqla. Ondan sonra bu çıxdara bir həftədən artıq da buradadır. Yəni dam gəzirim. Hələ çoxları gələcək. Ana haqqında çoxları gələcək. Başımda çox müsibətlər olacaq. İnsanlar həyat yoldaşı hardadır bir gəlsin. O nəsə quruma işlər deyil mənim başımda. Deyirsən bunlar qurub əlaqə quruma, ay sağ ol, quruma işlərdə başına dönəm. Aşağıda danışıb demə. Buranın da eşi gücü yox. Aşağıda qulaq. Mən bilirəm quruma işlərdə. Arvadlar nə danışır? Sən işin gücün qutarıb aldı evdə 2 tane arvad danışır. Aşağıda deyim. Aşağı bir də aksiyomadır. Aşağı deyim.
Aşağı çok şeytan. Yox, aşağıda anar müəllim, niyə acıqlanırsan ki? Aşağıda deyiləni deyirəm Əgər aşağıda sən Yox, yanında adam bəri öldürdü. bakıyorum Ay, kişiyə bazarda, döl. işsizlik idarəsidir, Ay, getən kişiyə gəlib döl, sənin qoy buradan. arvadın desin ona. Sənin nə işin var? Yaxşı. Anasını Sən niyə axtarmağa gəldin? gəldi. Anasından başqa hər şey axtarır. Qaynanasını axtarır da o da. O da bu xanım anasını da qaynanasını axtarır da. İndi gəlib də gəlməsin. Həyat yoldaşına dəstək verir. Bəli. Mən onu alqışlayıram. Bəli. O gəlib bura gəlməyib. O məndən Bugün- nə ev istəməyə gəlib, nə iş istəməyə gəlib. O gəlib qaynanası mən özüm təklif eləmişəm ki, buna biz kömək edək və kömək də edəcəyik. İnşallah. Ona kömək eləməyəcəm mən. Yo, ona da Mən- kömək lazım. Ona Kömək eləsin Ona- ola. İlahə. Heç Niyə olmasa eləmirəm sizə ki? sahib çıxan atası, anası var. Nə gülürsən orada? Sən atan-anan heç olmasa sən ev açıb küçədə qalmısan, sağ gedib ol. qala bilərsən. Bu yazığın nə atası sahib Atası çıxır, da nə də sağ- anası sahib çıxır. Düşmüş sizin də bunun üstünə. Allaha şükür ki, mənim də meşim var da. Evin Evin eşin var. eşiğime götür arvadı üç Aday şamlı oldu. git otur Baba hər da. nədə o çardaq var, oğlan da Hə. şükür. Mən bura yoldaşıma dəstək olmaq Hə, üçün bura yaxşı. çıxmışam, xeyir Nə ola. lazım? Üzünü görmədiyi anasını axtarır. Heç olmasa səni Rahat böyüdüb, var. boya başa çatdıran Senden imkan ata-ananı kalsın ona da Eyvallah, kömək ben- Bax, ederler. evdasını ala kişi. Bir Sağ ol, danışaq. sağ ol. Bir Sağ ol, danışaq. rahat olma. Həyat yoldaşı Rövşanənin bağlayırsınız efirə. Hazırdırmı yoxsa Jalə xanımın süjetini verək? Mən ilk dəfə doktor Jalə xanımın yanına panik atak xəstəsi kimi gəlmişəm. Məndə qorxu, təşviş, həyəcan, yuxusuzluq problemləri var idi. Mən bu problemlərin çözülməsi üçün inanmırdım ki, məndə bu problemlər çözüləcək. Amma çox şükür bu müalicə mənə çox yüksək səviyyədə təsir etdi. Həyata elə bir təzədən gəldim. Yaşamaq eşqi, həyatdan zövq almaq eşqi məndə o qədər gözəl olubdu ki, hətta insanlar məni bu 2 ay yarım müddətində görəndən sonra, bu müalicədən sonra görəndən inanmırlar ki, mən insanam. Mən bu məsləhət görərəm ki, hamı doktor Jalə xanımın bu müalicəsindən istifadə etsin. Çox gözəl effekti var, çox gözəl nəticələri var. Buna görə də mən xanıma, doktor Jalə xanıma öz minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Bir ömür boyu bir insana borcluyam ki, mən həyatda o problemlərdən qurtarıb bu cür insan kimi bir də həyata yaşamaq eşqi ilə başlamışam. Mən sizə təşəkkür edirəm, doktor Jalə xanım, var olun. Həmçinin sizin kimi həkimlər var, öpürəm sizi, bağrıma basıram. Bir ömür boyu sizə minnətdaram. Təşəkkür edək Jalə Qarayevaya sabahda işinin başında həftənin 6 günü böyüklərdə, kiçiklərdə nevroloji problemi kimin varsa Sənaq Darramın adından müraciət edənlər. Öncə analizlərə xüsusi endirimlər var. İkinci panik atakdır, depressiyadır, migrendi, baş ağrılarıdır, epilepsiya, qıc olma, uşaqların nitqində, yaddaşında problem var, kəkəliyir, beyin qan dövranı pozğunluqları var. Eyni zamanda yaşlı ata-analarımızda unutqanlıq var. Və bu nömrəni yazın. 050 363 1002. Bu Jalə Qarayevanın nömrəsidir. Hər gün səhər tezdən həftənin 6 günü sizlərin xidmətindədir. Buyurun doktor. Təşəkkür edirəm. Çox sağ olun. Pasientimiz bizə müraciət eləyəndə çox dində demək olar pasientimizin böyük bir qismi yəni həyəcan təşviş pozuntusu, yəni panik atakla müraciət edirlər. Həm uşaqlarda, həm böyüklərdə. Panik atak necə başlayır? Adətən ürək döyüntü, pasient ifadə edir ki, doktor, ürəyim elə çırpınır sanki yerindən çıxacaqmış kimi olur. Döyüntülər sürətlənir, nəfəs darlığı olur, boğulma olur, sanki tənəffüs ona yetməyəcək və həmin anda bu dəqiqə başım gicəlir. Bəzən baş gicəllənmə olur, bəzən də düşünür ki, başım gicəllənəcək, əllər titrəyir, üz qızarır və həmin anda qorxu, mən öləcəm, mənə nəsə olacaq, bayılacam və yaxud ağlımı itirəcəm, dəli olacam düşüncəsi var idi. Həm də müəyyən psixoloji travmalar səbəbindən pasientimizdə ruh düşkünlüyü var idi. Özünə qapanmışdı. Doktor ilk gəlində mənə sual verdi. Doktor, mən çıxacam bu vəziyyətdən. Dedim, bəli, bütün hamısı müddət getdi bu müalicə? Bir kurs müalicənin artıq 2 ay, yəni bir kurs müalicənin özünü çox yaxşı hiss elədi. Ruh düşkünlüyü, səhər deyirdi, dururam, yorğun hiss edirəm, heç bir şey eləməmişəm, yorğun hiss edirəm. Əvvəl kimi həyatdan zövq ala bilmirəm, yaddaşım, yuxum normal deyil, iştahım normal deyil. Bunlar da depressiyanın əlamətləridir və hamısını birlikdə müalicə elədik. Bir kursa 2 ay içində özünü çox yaxşı gümrah hiss elədi. Dünənlərim mən o qədər pis vəziyyətdə idim bu son neçə günlərdə. Mən sizə tamaşaçıların önündə təşəkkür edirəm. Sağ ol. O 4 gündə mənə göstərdiyiniz həm doktor olaraq, həm də bir insan olaraq
Dəstəyinizə görə sizə təşəkkür edirəm. Hər zaman Öpürəm var olun. o Həqiqətən gözəl- tamaşaçılar sizi çox sevir. Bəli, necə mən sakitləşdirici dərmanlar, həqiqətən də bir doktor kimi sizinlə qürur duydum, sizinlə fəxr etdim. Çox təşəkkür Siz edirəm. bizim peşəkar doktorumuzsunuz. Hər zaman yanımızda olun. Sizi sağ olun. dünyaya gətirən o gözəl ananın əllərindən öpürəm. Sizə Mən də ana kimi anamın dəstək əllərindən verən- öpürəm. Qoy bu dəfə də anamı deyim. Mamam Zemfira xanım, əllərindən öpürəm sən. Həmişə var ol. Atama da Allah can sağlığı versin, anama da. Və sənə dəstək verən ana kimi bir qaynanam var. Onu da buradan Bəli, salamlayıram. qaynanam Gövhər Çox sağ olun, xanım da hər əllərindən birinizə öpürəm. Təşəkkür edirəm və bu 4-5 gündə bir doktor olaraq, bir bacı olaraq göstərdiyin dəstəyə görə milyonların qarşısında sənə Canım, təşəkkür çox edirəm. sağ olun. Mənim Yaxşı əzizim. ki varsın. Çox sağ olun. Təşəkkür Əyləşin. edirəm. Və buradan da deyirəm, Jalə Qarayevanın əlaqə nömrəsi 050 363 1002. Bütün nevroloji problemlərinizlə bağlı müraciət edin. Sabah da işinin başındadır. Buyurun, Ramal. Hər kəs salamlayıram. Mən Oruzov Əliağa. 2023-cü ildə öz təhsilimlə bağlı Beynəlxalq Təhsil Mərkəzinə müraciət etmişdim. Hal-hazırda Türkiyənin Tokat Qazi Osman Paşa Universitetində təhsil alıram. İxtisasım dövlət idarə etmədir və 2-ci kurs tələbəsiyəm. Beynəlxalq Təhsil Mərkəzinin televiziya kanallarının birində gördük və mənim də uşaqlıqdan arzum o idi ki, xaricdə təhsil alım. Buna görə də ailəmlə məsləhətləşdik və Beynəlxalq Təhsil Mərkəzinə müraciət etdik. Qəbulum təsdiq olunduğunda Beynəlxalq Təhsil Mərkəzi tərəfindən Türkiyəyə yola salındım və orada qarşılandım. Qarşılanandan sonra mənim orada yaşama icazəmə və yataqxanaya yerləşdirməyimə kömək etdilər. Oxuduğum universitetdə dərs keyfiyyətindən çox razıyam. Orada bizim üçün hər bir şərait yaradılıb və biz bu şəraitdən rahatlıqla istifadə edirik. Hal-hazırda dövlət idarə etmək ixtisasında oxusam da, universiteti bitirdikdən sonra özümü fərqli sahələrdə də sınamaq istəyirəm və ümidvaram ki, bu istəyimə çataram. Mənə təhsilimdə dəstək olduğu üçün Beynəlxalq Təhsil Mərkəzi və kollektivinə təşəkkür edirəm. Təşəkkür edək. Öncə başım o qədər qarışıq oldu bu günlərdə. Mən Ramalı təbrik eləyə bilmədim. Beynəlxalq Təhsil Mərkəzi çox gözəl yeni bir ofisə deməli köçüb. Sizin üçün böyüyürük, əziz tamaşaçılar. Mən bu həftə yox, gələn həftə Beynəlxalq Təhsil Mərkəzində olacağam 6-cı gün. Və mən bilirsiniz ki, xarici çəkilişim var, xarici ölkəyə gedəcəm. Bu həftə mən çox üzr istəyirəm ki, gələ bilməyəcəm. Bu həftə sonu mənim Azərbaycanın hüdudlarından kənarda çəkilişim var. Amma gələn həftə mütləq gələcəm və buradan da bütün valideynlərə deyirəm ki, uşaqlarınıza təhsil verin, özdə nəticələr açıqlanıbdır artıq. Bir də gözləməyin ki, məktəblər bitsin, sonra indidən qeydiyyatdan keçin, çünki yerlər məhduddur. 100 nəfərə təqaüd var, kreditlə təhsil mümkündür. Əyani, qiyabi, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Avropanın bir çox məşhur universitetlərinə qəbullar var. Özə deməyin ki, ay bu necə olur, burada balı yığmadı. Onlar özləri sizin uşaqlarınızın balına görə uyğunlaşdırırlar. Yəni tələsin əziz valideynlər 051 401 44 43 əlaqə nömrəsi. Bəli, Xoşqədəm xanım, artıq Beynəlxalq Təhsil Mərkəzi yeni açılmış böyük mərkəzində valideynlərə xidmət göstərir. Valideynlərimiz buyursunlar, müraciət etsinlər. Bütün nəticələr açıqlanıb. Nəticələrindən asılı olmayaraq övladlarımız Türkiyənin dövlət universitetlərində istədikləri ixtisas üzrə tibb, diş həkimliyi, fövqəladə hallar, gömrük, bədən tərbiyə, turizm, bütün ixtisaslar üzrə təhsil ala bilərlər. Qeyd edim ki, Beynəlxalq Təhsil Mərkəzi həftənin 6 günlük xidmət göstərir və şəxsən özüm valideynləri qarşılayıram, onlara düzgün istiqamət verirəm və gələn həftənin 6-cı günün içində mütləq şəkildə qəbula yazılsınlar. Bəli, hamınızı gözləyirəm. Gələn həftənin 6-cı günü, indidən qeydiyyatdan keçin, sizləri orada görəcəm. Çox böyük enerji alacağım. Təşəkkür edirəm, Raman. Azər yoxdur. Mənim başım qarışan kimi hamınız gedirsiniz. Bir damcı mənə nəsə oldu. Bunlar hamısı gedir. Məndən nəfəs alırlar. Toparlanın, mən də sizdən nəfəs alım da. Biz də həqiqətən xəstələri dəvət edirik, amma efirə çıxmaqdan çəkinən, utanan xəstələr var, pasiyentlər var. Bilirəm də nə qədər sənin heç boş vaxtın yoxdur. Xarici ölkələrdən gələn əməliyyat üçün. Mənə Moskvadan bir xanım yazıbdı ki, gələcəkdir iyun ayında. Deyir ki, mən 8 ay öncə Azər doktorun yanında burun əməliyyatı eləmişəm. Özlərinin plastikadır, ikinci dəfədir. Başqa həkimə elətdirib, gerisi sənin yanına gəlib düzəltdirməyə. İnanın mənə, o qədər dualar elədi Azər doktor sizə. Mən də qürur duydum ki, belə bir doktorumuz var. Çünki həkimlərdən,
yaxşı şeylər Çox sağ eşidəndə ol. mən çox sevinirəm. Çox təşəkkür edirəm. Çox Var sağ mı olun ki bizi. tamaşaçıların içərisində doktor üçün gələn bir nəfər, iki nəfər boy. Sən nəyə gəlmisən? Uşağını. Nə? Bu oğlunun buradadır. Gəlsin içəri görün, baxmaq istəyirəm. Siz? Göz altı. Göz qapağı, üst və alt. Göz qapağını götürürsən də. Bəli, götürürəm. Götür müayinəyə, baxaq Bəli. bəlkə indi necədir. Və qeyd edeyim ki, Azər Əbrizadə yanında da bu belə deyək ilk dəfə plastik əməliyyat edən, yəni buruna 1450 manatdır. Bu həqiqətən də çox aşağı bir qiymətdir. Başqa yerlərdə bu qiymət yoxdur. Rinoplastika olunanlar isə 2500 manatdır. Yəni başqa doktorların yanında məhv eləyib burnu, necə o Moskvadan 8 ay öncə gəl. Hara gedirsən? Getmirəm. Mən yaxınlaşıram, geri gedir. Ay qardaş, dur burada da. Hə? Moskva işdə ona görə, hə. Yəni doktorumuzun da əlaqə nömrəsini deyirəm. 055 230 32 90 əlaqə nömrəsidir. Deyəsən oğlan qaçdı. Onu görməyincə, hə, otur sən. Onu görməyinə qədər mən sənə verməyəcəm. O oğlanı görmək istəyirəm burnunu. Hə, həqiqətən onun burnunu görmək istəyirəm. Çünki tamaşaçı da görsün ki, necə mən onu yola saldım. Və həyat yoldaşının ver mənə, Uğurun anası gedir. Çatmadılar mı? Bu uzun bir gedişdi. Çatmadılar. Ayrı hava limanına deyə bilmərəm. Salam əleykim. Sizi narahat edir Xoşgədəm Hidayət qızı. Buyurun, Xoşgədəm xanım. Anar da adınız. Bəli. Çox maraqlıdır. Bizim İlahə də Anardı, həyat yoldaşı. Ver mikrofonu görüm. Həyat yoldaşın səndən boşanmaq üçün ərizə verdiyindən xəbərim var. Qızım mikrofonu götürdü. Bəli, var xanım. Bəs anası deyir xəbər yoxdur. Var. Bəs gətirib sənin uşaqlarını sığınacağa qoymağa elə rahat danışırsınız ki, mən dəhşət... Xoşgədəm xanım. Hə. Ona bir dənə sual verin, görün. O kimlərini də azalıb gedib, nətər gedib, nətər gedib. Mən özüm deyir, ona görə səni yığmışam da. İcazə verin. Mən sizdən soruşmaq üçün sizə zəng eləmişəm. Bu necə çıxıb evdən? Xoşgədəm xanım, mən özüm taksilavatlığı edirəm, Bakıda işləyirəm. Aha. Yəni mən özümün maşınım var. Qardaş, maşının zat özünə qalsın. Mənə onlar lazım deyil. Mən sizə sual verirəm. Bu qız evdən çıxmasını danışın mənə. Bunun evdən çıxması odur ki, yəni mən Bakıdaydım. Bakıdan evə gəldim. Aha. Gəldim ki, bunlar yoxdur evdə. Aha. Telefon yox, bir şey yox. Yəni mən bunlarla əlaqə saxlaya bilmirəm. Taksi yoldaş var, o mənə zəng edir ki, bəs ana, sən uşaqların Bakıya gedirdi. Aha. Mənlə gedirdi. Yəni mən aparmışam. Yəni sənin dostun aparıbdı bunları Bakıya. Bəli, dostum yox. Yəni belə iş yoldaşım. İş yoldaşın. Aha. Heç o bilmirdi ki, mənim uşaqlarımdır. Gedib yolda bilirdi də, elə bir ki, mənim uşaqlarım. Niyə xəbər verməmsən? O yanında gətirdiyin uşaqlar bu kişinindir, qızım. Sən özün ondan o şəkildə mikrofonu tutun. Gələndə elə rahat gəlirsiniz ki, amma burada əlinizdə mikrofonu tutub dayanırsınız. Cavab ver də. Xoşgədəm xanım. İcazə verin. Xoşgədəm xanım, mən ərizə vermişəm, yəni ayrılmaq istəyirəm də ondan. Yox, ayrılmaq istəyirsən bu ərindən, uşaqlardan danışılır. Nə evdən? Mən dördüncüdür, ona görə demədim ona. 3 uşaqdan gedir söhbət. O sığınacağı, qoyacağın uşaq bu kişinindir. Uşağa baxmır ki o, onsuz da. Anar, məncə bəlkə sizi barışdıram. Mən barışmıram, Xoşgədəm xanım. Xoşgədəm xanım. Bəli. Sizə bir dənə söz deyim də mən. Hə. O insan adam saymır. Yəni dil deyişir məndən, dilləşir məndən. Bəs anası nə deyir? Məni saymır, o adam məni... Anaya müraciət edirsənmi? Eləmişəm, yəni
demişəm, anasına da demişəm, bir neçə dəfələrlə də demişəm yenə də, yəni bu adama öt yoxdur, bu adama xeyri yoxdur. Yəni mən də insanım da, mən də istəyirəm ki, yaşayam. Mən də istəyirəm rahat yaşayam. Orada aldada bilir, amma burada cəmaat Mən uşaqlarımın yiyəsiyəm. Mən uşaqlarımın yiyəsiyəm. Uşaqlar vermirəm onu, iş keçir. Necə? İş keçir, vermirəm uşaqlar. Uşaqlarımın yiyəsiyəm, yəni uşaqlarımın tulyası ölüm söyle. Uşaqları sığınacağa qoymaq istəyir. Xeyr, xoş qədəm xanım, mənim uşaqlarımı qoymasın. Mənim özümdən olub ki, mənim uşaqlarımı sığınacağa qoyalım. Mən o uşaqları, Yesin baxsın, atası bu da yesin işləsin də. Əgər uşaqları sənə versə, özü də işə getsə, düzəlsə. Boşansın da, boşanır. Vermirəm onun uşaqları. Qızım, bu elə şey var. Sığınacağa vermir. Atanın razılığı olmadığını başa düşmədim. Kişinin razılığı olmayacaq, ana öz prinsipinə görə aparıb uşağı ora qoyacaqsan. Demirsən ayağım üstə durmaq istəyirəm. Boşan, get harda işləyirsən işlə yaşa. Uşağı da verirsən atasının yanına, atası da uşaqlarına baxır. Özün də deyirsən ki, mən onun yanına getmirəm. Razısan buna? Sən evdən çıxanda, evdə kişinə xəbər vermədən çıxmısan, eşitirsən bunu? Bunu heç bir Azərbaycan qadını elə bilməz. Bura Azərbaycandır. Nə qabaqçıyla demişdim. Dava içir, üzr istəyirəm, dava eləyir, araq içir, bunu qoy qırağa. Sən evdən çıxanda ərinə, həyat yoldaşına deməyib çıxmısan. Bunun birinci cavabını ver, o biri məsələlərə o cavab verəcək. Gəlib burada mənə nağıl danışma günə. Burada Azərbaycan ailəsində kişiyə hörmət qoyulur. Qadının borcudur. Sənin digər xanımların borcudur ki, evdə kişi dediyi kişiyə hörmət eləsin. Necə yəni? Kişi gəlir ki, arvad yoxdur evdə, neçə saatdır. Niyə başını döyürsən? Necə yəni, yalan deyirsən, neçə dəfə polisə düşübdür. Bəs bu nədir? Neçə dəfə polisə düşübdür deyirəm. Nəyin üstündə polisə düşüb? Polisə soruşun da, polisə düşüb. Hamının ailəsində problem olur. Hamının ailəsində problem olur, amma polisin o qədər işi var ki, bizim ailə problemlərimizi məşğul olmaqla məşğul olmamalıdır. Hər gün sən həyat yoldaşını döyəcəksən, o da polisə gedəcək. Döymüsən bu qızı, vurmuşsan bir dəqiqə. Döymüsən. Buyurun. Döymüsən o qızı. Xeyr. Polisə düşüb bu qız. Xanım yalandan deyir, niyə döymüyük? Çox qədər döyüb. Hansı qadın isti ocağının Bir yuvasını atır dəqiqə, gedər? qısa bir ara verək. Sponsorlarımıza teşekkür edeceğim. Xüsusi sponsorumuz Medera Hospital'dı. Qeyd edim ki, fizyoterapist, reabilitolog Gülnar Əhmədlinin yanında çiyin, diz ağrıları, bel, boyun ağrıları, yırtıq, protruziya, uşaq və yeniyetmələrdə onurğa deformasiyalarından əziyyət çəkənlər 051 525 1717-yə zəng edə bilərsiniz. O cümlədən mən qeyd edim ki, neyrocərrah Əl Osman Qədimбəyli aprelin 18-19-u Gəncədə olacaqdı. 055 296 66 68-ə zəng edin. Al Marketə təşəkkür edirəm. 23 aprel tarixinə qədər möhtəşəm indirimlər var Al Marketdə. Həm sevdiyiniz məşhur markalar, həm də Al Marketin yüksək keyfiyyətli, hər gün aşağı qiymətə təqdim olunan məhsullarını əldə edə bilərsiniz. Afros deməli hospitala təşəkkür edirəm. Gələn həftə həm də Afro hospitalda olacağım. Çox böyük indirimlər var. Müasir tibbi avadanlıqlar, peşəkar uzman doktorlar xidmətinizdədir. Buta Palasın yaxınlığında yerləşir və yeni açılmış bir hospitaldır. 010 203 0088 əlaqə nömrəsidir. Digər xüsusi sponsorumuz Sanlab Laboratoriyasına təşəkkür edirəm. Doğru, düzgün analizlərin cavabını əldə edə bilərsiniz. Türkiyə, Almaniya, İngiltərə kimi ölkələrlə əməkdaşlıq edir. Hətta evinizdən belə sifariş edə bilərsiniz. Gəlib evinizdə analizlərinizi götürəcəklər. 055 997 77 07 əlaqə nömrəsidir. Nevroloqumuz Jalə Qarayevaya təşəkkür edirəm. Analizlərə xüsusi indirimlər var. Uşaqlarda, böyüklərdə nevroloji problemlər, baş ağrı, migren, epilepsiya, panik atak, depresiya, müxtəlif növ fobiyalar, yuxu pozuntuları, beyin qan dövranı pozğunluqları, epilepsiya, qıcı olma, yaşlı insanlarda unutqanlıq, uşaqların nitqində, yaddaşında problem varsa, sabahda işinin başında 053 363 10 02-yə zəng edin. Oftalmoloqumuz Cahit Şahbazovun yanında ekzmer əməliyyatı, tikişli çəplik əməliyyatı, göz dibi əməliyyatı istəyənlər 050 780 70-ə zəng edin. Aytən Sonsuzluq Mərkəzinə təşəkkür edirəm. 2000 manata ana ola bilərsiniz. 050
054 155 82 82. Zob doktorumuz həm regionlarda, həm də Bakıda sizi qəbul edir. 056 103 81 82. Röya Musayevaya təşəkkür edirəm. 055 972 29 39 bizim dəyərli vertebroloqumuz, dəyərli doktorumuz, uroloq-androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. 055 694 40 50. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında uşaqlarınızın burnunda, qulağında problem varsa 050 836 36 36-ya zəng edin. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Gözləməyin məktəblər bitsin. Elə bax bu dəqiqə Beynəlxalq Təhsil Mərkəzinə zəng edin. Çünki dünyanın məşhur universitetlərinə heç bir imtahan vermədən övladlarınız qəbul olunacaq. 051 401 44 43 əlaqə nömrəsidir. Geyinmə görə Merbi Butikə təşəkkür edirəm. Çox sağ olun qızlar. Təşəkkür edirəm. Jale xanım üçün gələn var mıydı tamaşaçıların içərisində? Siz, o xanım, Jale xanım, mən onu unutmuşdum. Mənim sevimlim, mənim əzizim. Sabah gəlsin yanına. Nə idi problemin? Hə. Ay, İlahi, ora mikrofon ver. Nə dedi? Əvvəla hər kəsi salamlayıram. Başda sizi Xoşqədəm xanım. Mən Cahid Şəhbazovun qəbulunda oldum göz həkimində. Cahid Şəhbazov mən gözümü çəpliyinə əməliyyat elətdirmək istəyirdim. Dedi ki, sən əməliyyat olma şansın var, 2 dəfə əməliyyat olmalısan. Onun üçün dedi bir nevropatoloqa yönəlməlisin. O da mənə Jale xanımı məsləhət gördülər burada. Jale xanım. Yaxınlaşa bilər. Baxaq görək nevroloji problemi varmı, yoxmu? Sabah səhər 7-dən işləyək, yaxınlaşa bilər. O qədər gözəldir ki, sabah nə qədər qəbulda adamı var. O yenə də səni görürsən qəbul etdi. Bax, bu dəyərdir, bu sevgidir, bu eşqdir. Bu möhtəşəm bir həkim, möhtəşəm bir qadındır. Valla, səninlə qürur duyuram. Sən o qədər, yəni bir dərmanla dünən sən ki, məni efirə çıxartmısan. Sən mükəmməlsən. Dünən mən inanmırdım ki, mən efirdə toparlana bilərəm. O bir sakitləşdirici ilə sən məni bu tamaşaçıların qarşısında başı aşağı etmədin. Sənə minnətdaram. Hər zaman möhkəm olmalısınız, durmalısınız. Çünki siz çox güclüsünüz, Xoşqədəm xanım. Biz gücü sizdən alırıq. O qədər güclü dedilər, elə gəldim, baba güclü demə. Deyin ki, valla bu güclü sözünü daha sevmədim. Allah elə dərdlər versin ki, ona güc axtarmayaq. Elə dərdlər var ki, orada ən güclü insanlar belə əyilir, sınır, solur. Allah o dərdlərdən heç birinizə göstərməsin. O dərd, o ağır xəstəliklərdən sizi uzaq eləsin. Valideyn itkisini heç bir övlada göstərməsin. Yenə deyirəm, nankör övladlarda var, layiqsiz valideynlər də var. Mən layiqli valideynlərdən, layiqli övladlardan danışıram, həmişə danışanda. O doktorun yanına gələn oğlanı mənə tez göstərin, keçim mən. Aman Allahım. Bayağı saniyələrlə bunları gözləyirəm. Yəni bu o qədər belə hazır. Ay bala, sənin burnunun harasını əməliyyat eləyəcək doktor? Neçə yaşı var öncəliklə? Neçə yaşında oldu? 14 yaşında əməliyyat olur. 14 yaşında xarici görünüşünə görə yox. Bildiyimiz kimi olanlara 18 yaşdır. Amma nəfəs almasına görə problem varsa müayinə edib sadəcə çəpərəkliyini edə bilərik. Ağrıları var. Bəli, bir tomoqrafiya çəkdirib, yox, yemək yeyəndə ağrımaz, daha çox baş ağrıları, bir də təngə nəfəsi ola bilər. Ona görə sabah gəlsin müayinə edək. Ondan sonra müayinədən sonra bilək. Yəni xarici görünüş yox, sadəcə çəpərəkli. Aydın. Oldu çox. Necə? Oğlanın qəşəng burnu var ama. Çox qəşəng. Estetik istəmir də, ola bizim problemi var, tibbi olur. Bəli, xoş gəldin. Şahin, hazırıq. Ay qardaş, da nə oldu? Bu yol gedib çatmadı, Amerikaya gedirik.
Bizə mənə şeyi denən. Yollar başa-baş qoyur. Ay qardaş, bu nədir? Mən bu saata 2 saata indi kim geçsəydi Dubaydaydı. Gəlin onda Nigarın bir sənin məsələn Rövşanə. Sən o kişiyə elə belə biraz toparlanım, sənin məsələni özüm araşdıracağam. Sən elə belə o kişidən ayrılmırsan. Evet. Bax qızım, sənə deyirəm. Ailə bağları var, ailə dəyərləri var. Dünən bir nəfər mənə Moskvadan yazmışdı ki, Xoşqədəm xanım, sizin dünən analarınıza sarılın deməyinizdən sonra gecə bileti aldım, özü də baha bileti alıbdı. Yox imiş bilet. Deyir ki, mən bilet alıb anamın yanına gəldim. Bu efirdən deyilən hər bir söz, mən bu efirdə ən sizin sevmədiyiniz həyat hekayəsinin üzərində belə sizlərə mesaj vermişəm. Öz dərdimin içində belə sizə mesaj verirəm ki, ailə dəyərləri, mənəvi dəyərlər var. Yəni dünya o qədər böyüyür ki, o dəyərlər arxaya keçir. Amma o dəyərləri sizlər, nə olar icazə verin fikrimi bitirim Könül xanım. Amma siz düz deyil, sizi qınamıram. Valideyn önəmlidir. Biz tərbiyəni valideyndən alırıq, anadan alırıq, atadan alırıq. Amma indi ana, ata verə bilmirsə də o tərbiyəni. İndi efirdə də bəzən görürsən ki, gəlib öz həyat hekayəsini danışan sizə örnək olmalıdır ki, yəni bax bu belə getdi, mən də belə getsəm belə olaram, bu yolu seçin. Niyə seçirsən? Ananı çıxar. Get işə düzəlt, mən kömək eləyərəm işə düzəlməyə. Kiraya bir ev tut, ananı qoy ora, balalarını da onun yanına qoy, işdə anan da uşaqlarına baxsın. Pisdir bu təklif. Anam mən demirdi, anam qardaşlarım deyir. Mən anamla danışacağım, razısan sən? Düzün denən ama, razısan? Mən ananla danışıb razı salacağım. Sən razısan mənim təklifimə? Xoşqədəm xanım, anam deyəcək ki, yenə onunla barış, yenə də həmən. Qızım, mən deyirəm ki, mən ananla danışacağım. Sənə iş də düzəldəcəyəm. Maaşından sən kirayəni verəcəksən. İstəmirəm, Xoşqədəm xanım, istəmirəm anamla qalam. Onun məqsədi başqa cürdür. Başqa cürdür. O anam deyəcək ki, dirəşir ki, yenə onunla barış. Özlər svobodun olsun. Bu istəyir ki, ana nə vaxt səhv yol göstərir ki, ana həmişə düzgünlüyü göstərir. İndi mənim yanıma gəlmisən də, mən sənə kömək edirəm. Sizə deyib gəlmişəm. Məni deyib gəlmisənsə əgər, sən məni qəbul elə böyük kimi, mən səni doğru yola yönləndirim, qızım. Xoşqədəm xanım, bilirəm də anamı xəsiyyətin, deyəcək ki, onunla barış. Bunu kimi? Barış deyəcəkdir, yenə də mən ki. Aydın. 3 dənə övladı. Atamın yanına da getdim, oradan da gəldi, anama dəl qulaq ki. Bax Nigarə bax. İlahiyə bax. Anamı da döyürdü neçə dəfə ki. Ana axtarırlar onlar qızım. Ana. Ananın pisinə də qurban olum, yaxşısına da. Qədrin bil, dəyərin bilin. Bilin onu, sonra axtaracaqsan. Sonra gecenin bir yarısı durup anam hardadır diyeceksin. Anam üstündən gəl, Xoşqədəm. Nömrələrine zəng eləyəcəksən ki, bəlkə anam cavab verər. Gələn zəngləri tutacaqsan ki, bəlkə zəng edən anamdır. Bilin dəyəri. İtirməyin. Onu bayaq yoldaşı bir söz dedi. Gördünüz nəyi düz dedi? Dedi ki, deyim, icazə ver deyim. Nəyi düz dedi? İcazə verin deyim də. Niyə hər şeydə qadın Abla icazə ver deyim də. Mən anlamıram. Qapıya qədər itələyən bir kişi deyim də, icazə ver deyim də. Onun isti yuvası olsa, onun isti qoy ocağı olsa. Qoy deyim də, sualı bir gör. Mühakimə edirsiniz axı. Mühakimə yox, icazə versən deyim. Mühakimə edirsiniz. İcazə verirsiniz deyim. Buyurun O deyin. imkan ver deyim də. Buyur. Yoldaşı bayaq deyir ki, heç kəsin sözünə qulaq asmır. İnadkar falan. Görürsünüz, bayaqdan deyirsiniz, bu inadkarlığından əl çəkmir. Bu adam, yəni bu xanım,
Nəinki anasını, ailə dəyəri deyirsə, heç onu da bilmir. Mən demirəm ki, əgər yoldaşı bunu vurubsa, döyübsə, yoldaşına alqışsa, söhbət ondan getmir, söhbət ailə dəyərindən gedir. Ailə dəyəri sadəcə qadına aid deyil, həm də kişiyə aiddir. Bəli, birinci kişiyə aiddir, doğru. Gəlin, qızım, qoyun bunun məsələsi qalsın. Biz bunu araşdıraq. O istəyi başladı, başladım. Nigarın gəlin sürretini izləyək. Bax, qızım, gör nələr danışacaqdır, ay Rövşanə, qızım demirəm. Mənim qızım, düz deyim, mən sevmirəm onu. Heç vaxt söyləmə. Amma inanmıram ki, sənə oxşayardı. İzləyək. Mən Səfərova Nigar Şahin qızı 8 oktyabr 1980-cı ildə dünyaya gəlmişəm. Bioloji valideynlərimi axtarıram. Aldığım məlumatlara görə anamdan, yəni ki, anam məni 2 aylıq olarkən uşaq evindən, 2 nömrəli uşaq evindən götürür. Hansı səbəblərə görə? Çünki özlərinin evladları olmurdu. 2 ilə yaxın ailə qurmuşlar, evladları olmurdu. Məni götürəndən sonra anam hamilə qalır. Yəni ki, 1 ildən sonra qardaşım dünyaya gəlir. İllər keçəndən sonra böyüyürəm belə də. Hamı mənə deyir ki, ay Nigar, sən heç mamava oxşamırsan, nə mamava oxşursan, nə papava oxşursan. Amma qardaşın oxşayır. Mən də böyle başladım beləncə soruşurdum mamadan ki, ay mama, mən niyə sizə oxşamıram ki? Deyir, ay yox, Nigar, sən mənim qızımsan beləncə. Dedim, bəs hamıda, heç kimdə xal yoxdur, məndə burada xalım var da. Deyir, yox, sən nənəvə oxşamısan, deyir, rəhmətli nənəvə oxşamısan, belə bir deyirdi mənə. Padruqam var idi, qayıdıb mənə demişdi ki, Vidima, bəlkəm də həyətdə xəbərləri olur da bir məhəllədə böyüyəndə bilirlər də. Deyirdi, ay Nigar, sən bilirsən, sən heç sən maman sənə maman deyir. Deyirəm ki, yox, yalan deyirsən. Yaxınlaşdım ağlaya mamaya, mama qayıt ki, yox qızım, sən mənim qızımsan deyir. Sən mənim balamsan, belənçə demişdi mənə. Sonra nənəmə 18 yaşım olanda nənəmə yaxınlaşdım. Dedim, ay nənə, mənə düzünü dinləndə. Nənəm başladı ağlayarkən dedi ki, hə qızım deyir, belə deyir. Amma deyir, sənin ayağın çox rozulu oldu, çox belə. Yəni sən bu evə deyir, yaxşı bir şey gətirdin də, yaxşı ayağın rozulu oldu, qardaşın dünyaya gəldi. Nənəmdən öyrənəndən sonra yaxınlaşdım mamaya. Mamama dedim ki, ay mama, bəs mən nənə bəs belə şeylərdir də. Mamam ağladı, qayıtdı dedi ki, ay da kaş nənən deməzdi bunu. Amma qızım, hə, bax bu belədir, həqiqəti hə, düzdür, belədir. Amma deyir, sən mənim qızımsan. Sən özün, deyirəm mama, mən başa düşürəm, mən sən heç kimə dəyişmərəm, sən mənim hər şeyimsən. Sonra mama qayıtdı ki, ay qızım deyir, mama onu deyir, axtarmayacaqsan. Anama gördüm ki, o fikir eləyir. Birdən mən taparam, çıxıb gedərəm, mamama nəsə ataram, mən heç vaxt anamı atmaram, o boyda əziyyətini heç vaxt yerə vurmaram anamın. Qərar verdim ki, heç mamama demədən özüm gizlin başladım axtarışları, həm oradan buradan gördüm, yox, alınmır. Sonra yəni illər keçəndən sonra yaxınlaşdım mamaya, dedim, ay mama, nə olanda sən bilirsən ki, mən səni çox istəyirəm də. Prost sadəcə bilmək istəyirəm də, görüm kimdilər, nədirlər. Mama dedi ki, hə, yaxşı qızım dedi. Axtarmaq istəyirsənsə, bilmək istəyirsənsə get axtarginan, yəni ki, yəni halallığını aldım da anamdan. Hətta qardaşım da mənə dəstək durdu, sağ olsun. Dedi ki, Nigar, tapmaq istə, o sənin dedi haqqındır deyir, bilməlisən kimdir. Ondan sonra mən təzədən müraciət elədim Xoşqədəm xanımın verilişinə və anama səslənmək istəyirəm ki, mamam, sən mənim üçün dünyanın ən gözəl analardan birisən. Baxmayaraq ki, mən axtarıram, baxıram, bilmək istəyirəm kimdir, amma sənin yerini heç kim verə bilməz. Sən mənim dünyamsan, sən mənim hər şeyimsən, aldığım nəfəsimsən. Yəni ki, yaxşı ki, sən varsan mənim həyatımda. İnşallah, yəni ki, Allah sənə dəyməsin, Allah sənə can sağlığı versin, həmişə başımızın üstündə olasan. Axtarmağımın səbəbi sadəcə bilmək istəyirəm ki, görüm kimdir mənim valideynlərim, hansı səbəbdən məni atıblar. İnsan da öz doğma balasını atar. Özümün də 3 dənə evladım var. Təsəvvür edə bilmirəm ki, insan dünyaya gətirdiyi evladı belə rahatçılıqla atsın və illər keçəndən sonra bir dəfə də olsa maraqlanmayıb ki, mənim qızım vəbki dünyada sağdır, hardadır, başına nə iş gəlib. Bəlkə heç elə bir vəziyyətdədir ki, ona köməyə ehtiyacı lazımdır. Və anama veriləsi suallarım var, bəzi suallarım var. İnşallah tapılar, inşallah görüşərik. Niyə gözlərin doldu, Nigar? Götür mikrofonu. Vallahi mən yenə də başa düşə bilmirəm də, insan necə öz evladını ata bilər?
O sənin, mənim üzr istəyirəm hamıdan, 3 dənə gözəl evladım var. Böyük oğlum əskərdir, universiteti bitirib əskərlikdədir. Maşallah. Bəli, qızımın 20 yaşı var, inşallah xeyir işi gözlənilir. Balaca balamın da 6-cı sinifdədir. Yəni mən başa düşə bilməm, insan necə öz evladını ata bilər və bir dəfə də olsa fikirləşməyəsən. Adi mən buradayam, neçə saatdır. Mənim telefonum aşağıdır, mən narahat qalmışam. Amma yəni sən həmən o atan-ananı axtarırsan. Niyə o zaman? Mən prosta sual vermək istəyirəm ki, səbəbi nədir? Niyə yəni, görə? Bir suala görə sənə analıq etməyən, mən səni başqa heç atan... ehtiyacım yoxdur. Sadəcə prosta həm üzünü görmək istəyirəm, bilmək istəyirəm. Bəlkə heç atamın mənim sənə xəbəri bir şey deyim də, yoxdur. sənin doğma ananın adı Tamilla olubdur. Tamilla. 15 ildir sən axtarıram var. Bu 15 ildə səni atan Tamilla xanım istəsəydi bura gələ bilərdi? Конечно gələrdi, əlbəttə gələrdi. Sadəcə onu axtarmağa dəyərmi? Nə bilim, yenə də anadır da. Yəni mən onu bağışlayaram, vallahi bağışlayaram. Sadəcə üzünü görüm. Bəlkə heç atamın heç xəbəri yoxdur mənim varlığımdan. Bəlkə mələ anam elə hansı səbəblərə görə atıb da indi. Bəlkə heç atamın xəbəri yoxdur. Bir qızı dünyaya gəlir. Sənə baxan qadın var da. Bəli. Övladlığa götürən. Mamam. Bəs onun qəlbinə dəyirsən axı. Yox, dəymirəm. Vallahi dəymirəm. O bilir ki, o mənim hər şeyimdir. Sadəcə mama özü də dedi ki, Nigar, əgər prosta bilməkdir, mama deyir, mənə də maraqlıdır deyir. Görəsən deyir, bu cüruna deyir, gözəl qızı kim atardı deyir. Mama bir şey deyir ki, getdimdir götürməyə, evlad götürməyə. Gördüm bir dənə qız deyir, başına bir dənə biri ağ ləçək bağlayıblar, gözlərin də iri idi deyir. Baxdım mənə güldün deyir. Dedim, yox mən bu qızı götürəcəm deyir. Onda neçə 2 aylıq, 2 ay. Valla Nigar, bu qədər də öz sənə baxan qadından danışırsan. Mənə görə əsl ana odur. Bəli, конечно. Bəlkə vaz keçəsən, onun qəlbinə dəyməyəsən. Uşağı dünyaya gətirən ana deyil, ona baxan, ona böyüdən anadır. Əlbəttə, əziyyətimi çəkən, balnitsalarda mənlə yatan. Uğur, gəl bura. Hə də, prosta. Əziyyət olubdur ki, ananın günahı olmuyor. Ola bilsin ki, atasının günahı var və yaxud da tərsinə xanım özü dediyi kimi. Həm də bioloji atanın xəbəri yoxdur. Amma nə var ki? Belə götürəndə artıq onun bilinməsi indən sonra. Bilinsə ki, bioloji atası anası kimdir? Həyatı baxımından qalsın qırağa, heç hüquqi baxımından da heç bir təsir eləməyəcəkdir. Yəni sadəcə olaraq özü bilmək istəyirəm. Həm də ki, aclıqdan axtarmır ki. Deyir ki, bilmək istəyirəm. Allah'a şükür hər şeyim var, ehtiyac yoxdur heç nə. Nigar anası Tamillanı axtarır, amma vallahi mənə inciməyin, baxın ha, sonra yazmayın ki, xoş gedən bilərək elədi. And olsun Allaha ki, yox. İndi gedib çatıbdılar və məcbur indi bağlayıram. Səbinə, Efrim vaxtına çox az qalıb. Aha. Bəli, xoş qədəm xanım. Nə oldu? Danış mənə. Biz deyilən ünvana gəldik, çatdıq, xoş qədəm xanım. Oradasınız. Yollar çox, yəni sıxlıq var idi, ancaq indi gəlib çata bildik. Valla mən uçsaydım indi Dubaydaydım. Gürcüstana da getmişdim. Yəni gedib indi çatmışdım. Sizin indi tamaşaçı da elə biləcəkdi ki, mən özüm bəli, bunu... Bəli, yollar çox sıxlıq idi. Yəni yolları da göstərirdilər ha, Allahdan şahin. Ona görə mən heç nə deyə bilməyəcəm. Bəli, yolları da göstərirdik, çox sıxlıq var idi. Məcbur indi deyəcəm ki, birinci gün qaldığımız yerdən davam edəcəyik. Siz də mənə xahiş edirəm, iradınızı bildirməyin. Tıxaca görə onlar elə çatıbdılar. Birinci gün görüşmək ümidi ilə Allaha əmanət olun, sevdiklərinizi qoruyun. Sevdiklərinizin əlindən sıx-sıx tutun. Sonra göz yaşı tökməmək üçün, ağlamamaq üçün, səni axtarıram deməmək üçün Allaha əmanət olun. Xüsusi sponsorlar Medera Hospitalı, Almarket, Sanlab Laboratoriyası, Apro Hospitalı. Sponsorlar nevrolog doktor Jalə Qarayeva, uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, həkim kosmetoloq Nigar Sultanova, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğunda Səni axtarırama baxdınız.